Bismillahirrahmanirrahim. Umarım ki bu işlir və Instagramda da kitab görsənir. Beləsi mənə burada deyir, amma mən biraz hala şəkkidəyəm. Niyə ki e, burada davam etmir o qədər ki mən burada görəm, onu görmürəm. İndi bəlkə oldu. Tamam. İnşallah beləsi yəni live-ı burada vurdu. Umarım ki elə budur və bu qədər də bizi görər. Əgər bu olursa çox yaxşı olar, yəni. Umarım ki bu olsun. Bu olursa çox yaxşı olar. Çünki demək olar indi bu birinci dəfə olacaq ki, bu eləyə biləcəyik. Həm Instagramdan, həm o cür görürəm, yəni. İndi burada tamam. İcazələrinizlə gedək bugünkü kitab bərnaməmizi başlayaq. Bismillahirrahmanirrahim. Beyin mühəndisiyinə qarşı Türkcə əski kitablar proqramının 449-cu bölümün Allahın adı və yadı ilə başlayırıq. Xeyirli olsun. Gedək görək bu günləri şansımıza hangi kitab gəlir ki, onunla tanış olaq. Keçənki günlərdə bunların Əl-Kahf kitabı adında bir kitabdır. Zahirən çapdır və Qurandır, Sure-i Əl-Kahfdir. Ona görə bunu oxumayacağıq və edit eləyəcəyik. Çap olduğu üçün. Əlbəttə Quran da ərəbcədir. Hamımızda vardı bu, onun məsələsi yoxdur. Və amma keçənki kitablarımızdan bunları oxumuşduq. Şəmail-i filan, bunları oxumuşduq bu 4 dənəni. İndi gedirik dahi o başdan yenə başlayaq. Görək ki, hangi kitabımız qalırdı. Münşəat-i Həzrət Sənayi deyə bir kitabımız var. Burada bunu açaq. Görək ki, nədir? Əgər farsça olsa bilirsiniz, oxumuruq. Mənzume-i Rovzətül İslam. Onu da açdıq və Vəsilətün Nəcati Süleyman Çələbi. Bunları açdıq. Görək bunlar nədirlər? Hangisi bizim dediyimiz şansımıza gəlirsə onu oxuyaq. Görək ki, nələr var. 3 kitabımızdan, bu nə olubdur? Bu münşəat məsələn yoxdur əslən. Yəni kamil download olmayıbdır. Bunu istəyək axtaraq, şərək bunu axtaraq tapaq. Bu yoxdur. Mənzumə də yoxdur zahirən. Bu da doğru düşməyibdir. Bu düşübdür, amma görək bu nədir? O iki kitabımız niyə düşməyibdir? Onu axtarıb taparıq. Bu Vəsilətün Nəcati Süleyman Çələbi. Burada gördüyümüz kimi bu kitab zahirən müsəlmanların əlində deyil, ehtimalən Məsihiyyət dünyasındadır. Bu birinci kitabın adını üstə yazıblar Süleyman Çələbi 1422 Hicri. Vasilati Əl-Nəcat fi Məvalidi Əşrafi Əl-Muvcudat. Belə bir şey. Bu latincə yazdığını çalışdım oxuyam. Bir dənə burada şey gedibdir. Ehtimalən Hathi Truth adında bir online şey olacaqdır. Görün burada bir şey yazıb İngiliscə bu kitab haqqında ki bu harda saxlanılır. We have determined this work to be in the public domain, meaning that it is not subject to copyright. Users are free to copy, use and bir şey yazmıyor, fəqət bunu qoyubdur ki, bu haradır, bunu baxarıq sonra. Kitabın cildini görürük. Bu kitabı fikirəm görmüşük. Çünki mənə belə bir kitab yadıma gəlir ki, baxdıq, cırılıbdır və görmüşük bunu. Bu da ikinci səfəsidir, yenə görmüşük, bu cırıqları yadıma gəlir. Bu kitabı görmüşük, əvvəli və ortası, bunları oxumuşdum, hətta yadıma gəlir. Bəlkə o qabaqçı kitablardandır.
ki, burada görürük kitabı. Hər halda çünki bunu görmüşük, ehtimal verirəm ki, ehtiyacı yoxdur bunu. Yəni ehtimal vermirəm. Bu kitabı oxumuşuq öncədən. Vəsilətün Necati Süleyman Çələbi. Bunu oxumuşuq. Mən belə nəzərimə gəlir ki, bunu keçən səfərlərdə oxumuşuq. Bunun özəlliklə bu kitabın cırıq olması bu qədər və habelə bu 2 dənə əvvəldəki yazılıbdır. Bunları hətta oxuduq. Fi Mevlid Əşrəfil Mevcudat Əleyhissalatu əfzəlüssalam və Əkməli Təhiyyat. Bu şeydiyə oxuduq. Bundan çox səfədə oxuduq çünki xətləri yekə yazılıbdır. Acaba bunun axirində bir şey var idi bizim yadımıza gələn. Hər halda üçün bunu oxumuşuq, bunu da bağlayaq. Buracan bu 3 kitab ki, burada var idi. Bunlar olmadı, bunu delit eləyəcək üçün bu fikirəm oxumuşuq. Keçənki seri kitabları download eləyəndə. Mənaqib Əmir Sultan bu nədir? Bunu yadıma belə gəlmədi ki, oxumuşam ya yox. Bir buna baxaq, görək ki, bu da açılmadı. Bu da qalsın, buna da baxaram. Nəhalistan. Bunu da fikirəm oxumuşuq, amma açılmayacaq, açıldı bu. Nəhalistanı görmüşük ya yox. Kitabın fiziki vəziyyətinə baxırıq. Rəngi biraz solubdur, yəni çox solubdur. Amma cildi 3 bölümdən ibarətdir. Həm kitabın iki tərəfini örtür, həm də ağzından gəlir çanta kimi bağlanır. Kitabın dövrəsinin hər 3 tərəfin dövrəsinə qızılı rənginə ya desək ki, indi Türkiyədə altın deyirlər, altın rənginə ya altınla kitabın dövrəsini çərçivələyiblər, kadr yapışdırıblar və ortasına bir dənə gözəl bir nəqşə işləyiblər. Ondan sonra kitabın içini açanda cildə yapışan yerdə görürük ki, bir Osmanlı dövründə yaygın olan su üzərindəki nəqqaşidən görürük. İkinci səfhədə Güşəgir Riyaz-ı Feyz Qədir, Xadim Şər, Nərgis Fəqir, Nərgisi Fəqir. Bunu oxumuşam. Nərgisinin kitabını oxumuşam. Bir kitab, ehtimalən bu ayrısıdır. Onu oxumuşam. Nəhalistan. Bunun 2 dənə burada, 3 dənə möhr görürük. Ehtimalən biri vəqfindir ki, burada olacaqdır. Bir dənə Türkiyənin əski möhrüdür və bir dənə də Millət Genel Kütüphanəsi adında bir yerdir. Bu möhrə əgər biraz diqqət eləsək, bəlkə oxuya bilirik. Vəqf Vəzirül Əzəm Əli Paşa İbn Mərhum Nuh Əfəndi. Aynı kitabdır ki, yadıma gəlir, mən belə bir şey oxumuşam. Bu birisi oxunmur, o da yenə yadıma gəlir, belə bir şey görmüşəm. Kitabın özünü görürük, burada adını yazmışmış, biz onu indi burada görmürük, çünki ya nə deyirlər, biraz rəng itibdir bir-birinin içində, amma görsənir biri az. Kitabın əsl adamın əlində olsa, bəlkə oynatmaqla onu görək ki, nə olur. İkinci səfələrə baxırıq, görürük ki, gözəl çarçivə çiziblər yazıların dövrəsinə və rəhliyiblər için bir gözəl təzhib, kitabın başlığı və onun üstündə Osmanlı dövrünün əlaməti və kitab burada başlayır. Ehtimalən burada ya gərək Bismillahirrahmanirrahim ya kitabın adı yazılmış olsun. Və kitab başlayır yazı ilə. Kitabın 224 səhifəlik bir kitabla qarşılaşmışıq burada. Ki bu PDF-də 112 səhifə görsənir. Çünki PDF-də kitabın hər səfəsindən 2 səfənin əksini PDF-ə qoyublar. Bir səfəsində görsənir. İkinci səfədə baxırıq, o çarçivə bir dənə qırmızı xəttinə olur. Bəzi kəlmələrin deyək ki, virgül yerinə ya nöqtə yerinə qırmızı nöqtədən istifadə ediblər və beləliklə davam ediblər. Bəzi kəlmələrin başı üstünə ya qabağına bir qırmızı xətt çəkiblər.
bəzi kəlmələri qırmızı yazıblar. Çox az kəlmələr burada görürük. Məsələn, misrədir, şeirdir. Belə bir şeylər görürük ki, qırmızı ilə yazılıb, qalan qara xətt ilə və çox gözəl bir xətt ilə yazılıb. Necə gözəl? Çünki bunu mənim kimi bir adam ki, türkcəni dərs oxumayıbdı, universitetinə getməyibdi, əlyazı oxumayıbdı. Ondan önəmlisi budur ki, əlyazı da oxumayıbdı, təhsil almayıb əlyazda. Və əski əlyazmalar, əski dildir. Yəni əski dil deyəndə əski keçmiş zamanlarda, indi bu kitab hangi zamanda, o zamanda, o məkanda ki yazılıbdı, ehtimalən olanın dilini daşır. Burada bir cümlə görürük ki, tamamilə qırmızı yazılıbdı. Oradan baxarıq görürük ki, nə şəkildə davam edir. Burada da bir qırmızı cümlə və burada Qur'anın ayəsini qərə yazıb, onun başının üstünə xətt çəkib ki, bəlli olsun, bura Qur'an ayəsidir və önəmlidir. Bu kitabı ehtimalən görmüş olsam da mənə indi bu sərfəsllər taza gəldi. Yəni ehtimalən bu Nəhalistan bir ayrı cild ola bilər hətta. Yəni bir ayrı nüsxə ola bilər, cildi deməyək. Bir ayrı nüsxə ola bilər ki, burada gəlmiş olsun. Qırmızı xətlər bəzən çox neçə sətrdən ibarətdir. Məsələn, burada baxırıq, çox uzun bir yazıblar, amma o cürsə davam edir. Burada bəzi yerdə şeirlərdən istifadə olubdur ki, farsı və türkçə şeirlər görürəm içində. Davam edirəm. Görək, burada yenə də kitab aynı vəziyyətdə gedir. Qıraqları, təqribən kitab salim qalıbdır. Bunu deyə bilərik ki, kitab əlhəmdülillah çox irad görməyibdi. Qırmızı sətirlər hətmən bir mühüm məsələyənin keçici və müqəddəməsi kimi gərək nəzərdə tutam, amma oxumasaq bilməyəcək ki, nədir. Və gəldik kitabın sonuna yetişdik, ən getdik axirində cildin eşiğini görsətmədi. İçində yenə aynı nəqqaşı ki, birinci tərəfdə var idi, bunu yapışdırıblar cildə. Ondan sonra bu tərəfdə səfənin başına ya Rəbbi səhabi kərəm zat müəyyəd ehtimalən ya mübəd sirab fiyuzat ola gülzar Muhammed sallallahu aleyhi və səlləm. Sonra da burada Besulil Hüseyin və Salum Dəmil. Bu nədir? Hər halda türkcə yazılmayıbdı, ərəbcə yazılıb və nöqtəsizdir. Və gəldik kitabın axır səfəsinə. Burada görək ki, nələr yazıbdır. Oradan biraz oxuyaq, görək ki, kitabın haqqında bir şey tapırıq ya yox. Sonra bunları yazmağa bax. Cəmiyyət xatirlə mütərəqqib işarət əcibu daiyəllah olub gülberg zebانی عطر سای معنای لا اله الا الله محمد رسول الله olaraq azim bargah قدس oldu və bu nefhe ریزی جلشن nefhe ریزی جلشن تحقیق oldular. Hakka ki merhumi merhumun müvəffəq olduğu hali bul əcəbə heç afəridə məzhər olmadığı müqərrər olub zikr olan oqaf və həsənati الان زیبی چارسوی imkan və باعث zikr cəmil və duayı xeyr yarandır. İlahi aqibət mahmud gərdan, bundan ziyadə dövlət olur Adəmə demə. Səd barəkallah ancaq olur hüsn-i xatimə. Heç bir şey yazmadı. Aşağıdakı əvvəldəki möhür ki oxumuşduq, möhürlərin ikisini də bura vurublar. Qeydaq kitabın əvvəlinə, yəni burada bir şey görmədik, tarix filanzat vermədi bundan. Qeydaq əvvəlinə görək ki, əvvəldən nə yazır. Mən bunu biraz sürətlə oxuyacağam və çox da lüğətləri tərcümə eləməyəcəyəm ki, gözəl bundan faydalanaq. Dəmkeşi həmamə dilkeş təranə xamə icaz təraz ki yəni ay şəkərxay
YNA yazıbdı. İndi bu nə demək olacaq onu bilmirəm. YNA şəkərxای nutq دیبا و بیانه دمساز و اول طوطی خوش لهجه شیرین زبانه هم آواز و ترجمان راز در نزهتگاه فیروزه فرشی زمردی بساطی صحایف مشکین ارگام زبرجد فامه بالگشای پرواز و محرکی جناحی حقیقت و مجاز olduqda xiyabani sün'ü پرجاری bir هندسه و پرجار اوراق اطرح طرفی طرف سایفکن رونق و شرف olan موزون درختان صف به صفی ستورون نهالستان تراچیب بدایع ترتیب kitabın adı Nəhalistan oldu. Ad Nəhalistan تراچیب بدایع ترتیب baliğ təşbihindən nə deməkdir bunu oxuya bilmirəm. təşəbbibindən ehtimalən. Baliğ təşbibindən اسماعی مجلسیان چمن صفت اسماعی مجلسیانی چمن صفتی رغبت و قبول چون سرآغاز دوجی اسجایی بلغا پسند مستحسن olduluk yox müstəhsəni olmadı lolak mən lolak oxudum onu. Lolak اولی و اقدمی حمد و ثنای مالک الملک جهان آفرین ادوجی مسلم طبع دانش گرین اساطین دین و متفق علیه رموز آموزان علم الیقینdir. ای جوش هزار زمزمه تو ehtimalən şeir idi. Burada bir dana zərbidər çəkibdi əvvəlində. Nəzərimə gəlir ki, o şeir olacaq, amma görək ki, nə cürdür. Ey cüş həzar zəmzəmi تو ای بی همه با همه تو هر مور که دارد این گلستان دارد ز تو 100,000 دستان. کذالک هزار داستان پرداز مؤثر نغمات ناطقه ترانه ساز که ورای قفس پرنقش و نگار فکر و خیالدن آوازه سامع نوازی بلاغت ایله مملوکن قبه از آن ارباب ناز و نیاز در. اغصان سروستان شاخ بر شاخ و الواح مرتبت الرگوم مزینت الرسومدن اظهار سیت و صدای پرسول و ابداع لفظ و ادای گرین القبول için آهنگ ترنمات نکات آمیزی مدعا قلماغla ehtimalən kitabın adı şurada Nəhalistan Təraçib Bədiü Tərtib kitabın adı bu olacaq. Çünki burada biz görürük ki tamamən yeni kəlmələr düzəldir, yazılır bir-birinin dibinə. Ona görə ahəng tərənnümat nükat amizi müddəa qılmaqla şورافکن بزمجاه دماغ و سوزبخشی سینه داغ برداغ اولدوقزه اتحافی سماخی اثری
پردهان اثر جناب فخر المرسلین و منقبه و مدیه آل و اصحاب جزین ایدی چی مسئله مد لهو بالبراهین احتمالا لطخ چی مسئله مد لله بالبراهین و مبحث قرارداده دانشوران مسلم الحسم و الیقین danışverani müsennemül hismi ihtimalen cism olacaktı ve yeginidir. Bir medheti insinin şehنشاه çey ره برد اینجدای جمراه مداح تو فاطر السماوات ناطق به فضیلت تو آیات آغاز ناله عندلیب قلم در این باغ و راغ صحایف مشعر الحکم و منفهم شدن داعی بسط رقم از ترانه این bülbül dilçeşnevای dilcüşay nağam. Gördünüz ki indi bir tane beləsi bir şeyler deyir. دیباچه تراز دفتر عشق پیرایه فضای پیکر عشق سرنامه نویس لوح مهنت زنجیر کش نگوش حیرت فارس زاده indi bura görürsünüz şeirler تصویر نگار دیر معنی رونقده نسخه تماشا آرامشگر بزمگاه بیداد خواننده نقش و صوت فریاد تحقیقده بحث ابتلایی bu yüzden eder سخن سرایی خجسته هنجامی که بارجاه مقدس حریم ازلده پیشگاه رب قدیم لم یزلده صدنه چاراجاه قدرت یعنی سروشی سبچ جناهی رحمت bir موجب امری مشیت و بر مقتضای حکم ارادت صفوف ارواح مختلفت الاسباح بنی آدمه ترتیب صفوف قیام و تعیین مگر و مقام دب ملائک را خروس و ناله برخاست احتمالا خروش olacaktı ملائک را خروش و ناله برخاست که بر رسم ادب صفها شود راست بر حسب فرمان ایزدی جملتن دست بسته امتصال و مترتب امر قادر بر کمال ایچن بی لفظ و حرف و صدا سؤال و جواب الستو و بلا مصلحتی Ayə burada bir ayəyə gedir ki, Allah tərəfindən mütərəddib əmr, yəni onlar o üstə dedi ki, səhvlərə düşüblər, bər həsəbə fərman-ı izədi, cümlə bəstə imtisal, əllərin tutublar vücusi və mütərəddib əmr qadir bər kəmal, ikən bi ləfz و حرف və səda و sual و cavab Allah nə deyir? Səs yoxdur, hərf yoxdur, ləfz yoxdur. Yəni, məsələn, mən indi bəzi şeylər deyə bilərəm ki, di, bu ləfzidir, ağzımızdan çıxır, amma bir də hərf ola bilər. Alif, A, B, U, E, A, I. Bunlar, məsələn, hərf idilər və səda. Hey! Ya səda məsələn ayrı heyvanların səsləri zadlar, bunlar da səsdilər. Bunlar da olmadan sual və cavab da yoxdur. Biri sual soruşa cavab gələ, yox deyir ki, burada nə çıxıbdır? Ələstu, deyiləm mən. Cavabı bəla. Quranda belə bir ayə vardı ki, Allah deyir ki, ələstu, insan o mələikə deyirlər, bəla sənsən. İndi cavab ələstu və bəla məsləhəti dayi hikmət xəfiyyə ilə
həmşiyyət və icra olunduqda, bəs ancaq ol کرده جروح انبوهی ضیافت عام النوال تجلی ile ikram iltifat آمیزه sırren görmek ile سمات خان برخان مختلف الالوان تعارف و ائتلاف ازل جسترانیده و مهیا قılındıqda هم صحبتان مهر و محبت اول مجلس جرماجرم الفت سرسفره مناسبت ده رتل جیران آشنایی و دوستگانی شوگنجیز مهربانیدن آشفته دماغ و شیداسر جرمی باده صاف ابتلا bulunduqda bir beyt deyir görəxnəmdir. Bu bəla meyxanəsinin ta əzəl meyxarəsi. Bu bəla meyxanəsinin ta əzəl meyxarəsi. Bu fəlakət cah eşqün o kimdən avarəsi. خانه نشین پایین صفه بار و صف نعال مستمندیدن کیفیت و دوران ساغر موالات نجح انداز اعتبار المغل ریزان زمین استعداد olan رشحات جرعه جام فیوزاتون اثر شمیم خرد فرسای هوش بریندن دماغ جان شوریده نهادم نشوه پذیر عشق پاک و سرخوشی صحبای bی انگور tac olub. Özünün indi gəldi burası deyir, o özünün deyir ki, mən nəcr oldu ki, hazır oldum kitabı yazmağa. Bir də oxusam oradan. خاشنشین پایین صفه بار و صف نعال مستمندیدن کیفیت و دوران ساغر مولاته نجح انداز اعتبار المغل ریزان زمین استعداد olan رشحات جرعی جام فیوزاتون اثر Allah'ın da yani o taraftan اثر شمیم خرد فرسای هوش بریندن دماغ جان شوریده نهادم نشو پذیر عشق پاک و سرخوشی صحبای بی انگور و tac olub. Deyir ki, sərxoş oldum, o şey ki farsça məst deyirlər, biz ona sərxoş deyib burada. Sərxoş oldum bunun انگور و tac olmadan. Engur و tac yani üzüm deməkdir, şərab deməkdir, amma tac bilirik ki, üzümün ağacıdır, engur da ki, üzümün o meyvəsidir, üzümdür. Deyir ki, onlar olmadan mən elə xoş oldum, içimə bir şur halət gəldi, Allah mənə bir füyuzat verdi. Genə getdi onu şeir eləyə. An ruz be cür'e mست بودم این بار قدح لبالب آمد بو سرمستی دوشینه و میپرستی دیرینه لذتی خمخانه صورت و خرابات کسرته مستبه نشینی شوق و غرام و شرب المدام عشقی پردوامه الجا اتمشله جاه جام لبالب آصفانی لمست نجاه و جاه تلاشی خمار هجرانی ل دخان آşam Duxan aşam çox gözəl işlədib, amma istəmirəm getən bunların tozihine açıqlayam, açıqlasam bir səhifə oxuya bilmərəm. Fəqət istəyirəm oxuyam, görəsiniz ki, əlbəttə adam lüğət dairəsi çoxdur. Yəni o beynində ki lüğətlər var, ərəbi, farsi və türkü
qatıb bir-birinə bir dana o ucubə düzəldibdi. Ədəbiyyatda qalıcı bir şey yaradıbdı. Kəlmələrlə oynur. Yəni adam kəlmələrlə həm ahəng musiqi düzəldir, həm də kəlmələrin, mənilərin bir-birinə tikir, ağır kəlmələr düzəldir, amma çox gözəl. Yəni ilca etməklə cah cam ləbaləb asəfan ilə məst nicah və cah təlaşi xumar hicran ilə duxan آشام آه olub تا جوش نشینان خرابات الستیم ما جوش نشینان خرابات الستیم تا بوی می هست در این میکده mastیم. Vəzni üzərə, bu şeirin vəzni üzərə diqqət buyurun, deyir ki, bunu çox oxuduq. Ma cuşe nişinan xarabat الستیم تا بوی می هست در این میکده mastیم. وزنی üzərə نیم و یک قطره می شیر نیکوار محبت صرف نقدینه صبر و قرار ایله خریدار و تحت جام بی خمار مودت ایثار سرمایی اختیار ایله طربچار علمق لازمه تقاضی استعداد المغل ازمنه زور و زوال ازمنه زود زوال çox gözəl. Zud ərəbcə azmənə, zud farscadır, zaval ərəbcədir. Azməni zud zaval zamanlar ki sürətlə aradan gedirlər, yox olurlar. Azməni zud zaval ömrü səri'ül intiqalidən bir ləhzə və an mümtənül inqisam مرور etmədi ki həmgədəhan müvalat-i haqqaniyə tərh etdikləri məclis-i üns-i ülfət qərin-i biğərəzanədən dur olub əncüməni dərdaşinayan alfətə, haman ülfət, alfətə مشرب تاب افکن شور olan شمع شبارای جمال بیکران ایله سر بی سامان دلده داغ تحمل جداز بلافروزان و کرمیت شوق دیدار ایله سرپنجه حیرت و وله جلوفشار زان و مباشر چاک گریبان olmaya qalmazsa ger ol cuşe daman elimizde. ehtimalan şiirdir bura. Qalmazsa ger ol cuşe daman elimizde elden نگlir çاک گریبان elimizde. وه که از دوختن این چاک گریبان رفته است، این شکافی است که تا دامن ایمان رفته است. از این سبب جنسیت علت ضم علمق بلاسیله ehtimalan burada mən bunu iştibah oxuyuram. Həm silə var, həm də onun altında bir dənə S var. Balası səbəbilə ola bilər. Daima şuriده دلان سردر هوای عشق و ولا ایله همدم و آسیمه سران بادپیمای فلاکت آشنا ایله بزم نشین میخانه غم oldukça. Misra. Sözümüz cümle haman qıssayı canan olsa. Qalanı yazmayıb, çox gözəl şiirdir. Sözümüz cümle haman qıssayı canan olsa. نقل حالات ابتلایی
نقل مجلس مقال و پیمانه محاکات سرجوزش دیله دفعی خمار ملال دو söz kim zabanı mecele çuya zabanedir. Söz kim zabanı mecele çuya zabanedir. Ben aşıgam sözümde benim aşıganedir. Ben aşıgam sözümde benim aşıganedir. Cuya kelimat aşıganeden gayri müddeaya israfi خزانه ناطقه حرام و بال و فسانه مهر و محبتن özce معنای تحریچی لبان تکلم لغو iştigal ederdi. Burada bir eyn yazıbdı. İhtimalen bu nə mənisinə gəlir bilmirəm. Qırmızı xəttinlə də yazıb ki, yəni kəlməyə rəbti yoxdur. Bunu təbiətən şey kimidir. Yəni məsələn beyti bildik nədir? İndi burada bir dənə ey yazdı. Eyn, əlif, üzrəm eyn hərfi ilə bu nə demək olacaqdı? Ona baxaq görürük ki, yəni bəlkə bunu kəşf eləyə bildik. چه کنم حرف دیگر یاد نداد استادم o da qutardı. Nə demək idi? Bu qədər. Eyni bu qədər oldu. Bu təqrib ilə həmsöhbətan mehr məhəbbət və məclisyan dərd mehnətdən istima ilə xatir nişan və caygir hafızı can olan داستان بلاکشان علاقه و ابتلا و حسب حال مظنون و شأن بادیه درد انا یعنی غرایب حکایات حیرانی فضای تعجب فرمای عشق و ولا چه هزنه کذب و جزاف و تهمت ریب و خلاف دن مبرا و حجت صحت صدوری محکمه محکمت الاساس معاینه ده ثابت المضمون و ممزیدر شیرازه سجل بطون آسمان جزلün قهر izi. İhtimalen burada şeir olacaktı. Gözelin قهر izi kez ben gözelin okuram ama olabilir ki bir ayrı bir şey olsun. Kezlekel Arapçada değil. Gizlik قهر ایزدی زلجلالیله جسسته تار و پریشان olunca بطون صحایف عالمde پایدار olmak mülahizesiyle bu resme bir mecelli mücella uğrağı testir tariqetlə sabt defter ve müqeyyedi metni müsetter olmaları hususen sefirul gıybül ilham sefirul gıyb ilham cah bi cah ilgai خاطر علیف الالهام edip lakin zarureti gahdür rical o zaman da gahdür rical var olmuştu. Lakin zarureti gahdür rical iktizasıyla mültehak sinfi guzzatu cahi refi'il menal gazade pabeste meşagil ve xədəmat olduğum bu özün deyir da ki deyir yox idi mən bu işlərə məşğul olmuşam. Lakin zərurət qəhd rical iktizasıyla mültəhəqi sinfi guzzat و جاه رفیع منال قزاده پابسته مشاغل و خدمات olduğum cəhətdən feyum aleyna ve yevmun lena feyumun aleyna bir gün bizim xeyrimizə və yevmun lena bir gün bizim qarşımızda ziddimizə, bir gün də bizim xeyrimizə bunu deyir. Feyumun aleyna ve yevmun lena bir gün aleyhimizə, bir gün də bizim xeyrimizə inqilabi tefrəq əndazı kar و بار cəmiyyət xatirdə خاطر در چاری
xatirdə درچار olduğundan غیری مزد همجاه عالمده şöyle de fərd ola bilər. Fərdi همجاه عالمده جای آسایشمی و var. Cay asayişimi var. Biçare göklüm neyləsin məzmuni üzrə. O burası şey oldu. Şeir imiş bu tikəki oxudum, geçtim. Cay asayişimi var. Biçare gönlüm neyləsin. Çox gözəl şeirlər var Türkçədə. Niyə bunları yazmayıblar? Gediblər. Məsələn bu adam bu fars şeirləri yazıbdı. Mən مضمونه üzere دل زار داغ مشوش دماغ bir گنج حضور و جای فراغه رهیاب الیمازده چه طرح ترتیب دستجاه تقید و جوشه صندوق طبیعتاً ابراز ادوات تفکر مجال علوب رشته باریک ادایه تأمل تعبیر ilə inna bu ehtimalen Ərəbcədir. İnna mil تعبیر ilə münsemit olan عقداللعال سخن بلیغ و نظامی پیشگاهی سیارفهی بلاغتده Sərraf sözü səyarifə gətirib cəm bağlayıbdır. Pişgahi səyarifəyi bəlağətdə dərmiyan və qələid üsyan ehtimalən və qələid üsyan hünər səncidə əyyari nişəstəgəhi cövhəryani məani tələbdə nümayan etməklə imkan ola nə ma'niler ne sözler mündərəcdür səfhi dildə əgərçə surət zahirdə xamuşam kitab asa ittifaqən xilal sal salın yazır. İttifaqən xilal sal 35 və alif tarix tarix yazır burada görək ki, nə mənədir? Sali 5 və 30 سینه və əlif 1135 hicridə bir oxuyaq. İttifaqən xilal sal 35 və əlif hicriyyədə çarfərmay nafizül-əmr yəni Allahı demə kəlməyə Allahı işlətmir yerinə bu gözəllikdə çarfərmay nafizül-əmr qəza bu gördü ya bundur zədəyi bu oxuya bilmədim. Nafuzul emr feza bundur zedeyi ya bugdur zedeyi tenginayı azigus sabhuni asayişinde birçe ve kesrette. Şimdi burada bir şey yazıbdı. Birçe ve kesrette ihtimalen ciddi bir şey. Nam belde ist. Aha bura haradı berçe bir yer adıdır. آتایشی برچه bir yer adı. Nam belde ist az bilad Rum. برچه bir şehir adı. Oradaymış. Az یک سجونی آسایشگری برچه و کسرنده ya da bu kəsrin ehtimal برچه ve kəsrində ehtimalən səccabdə nişini şəriəti qərraya təyin etməklə sureta محصول راحت موهومدن بهره‌ور و دایدار و معنن اغلوطه کشمش دهر خصومت
ورزیله آزرده درد سر اضطرار اتدکته شعر. نه نکهتی ز گلی نه پیامی از خاری، نه نکهتی ز گلی نه پیامی از خاری، در این قفس به چه دل خوش کند گرفتاری. اشباح دهشت انداز خیالات و اوهام و اشخاص مقتل باز افکار باطله و اندیشه خام، حاکم عدل عقلی منگای تنهاییده، دغدغه حیرت جنون انگیزه ایلگاه دب. اگر نسیم سبانون آمد و شدی بی موقعی، جاهی باعث فتح باب علمسه، محکمه شادمانی در بسته قالب. هر نوبت ترعدنده دامن ایثار نقره بهار ایله تزیین صندوق تصور اتمس عظیم ابوس الوصف کسل ملازم صحبه گران سایه و ندیم جدا چشم دایم الاکوف، سقلت پیر فرومایه مدافع از زنده وکیل الخرج اندیشه و دنبسته و فرومانده. علمق قرار داده ایدی bu عوارض طاقت شکن اندوده متواتر الورود ایله، به دل مشغله دشمن آزرده، چشاچش صد جونه محسن ایچن، احیانا دغدغه خاطر آزار تشویش و ملال مستلزم اختلال دن، احتمال فرجه آزادی و فرصت چشت دشتی دلشادی نمایان oldukça چوی ناپرداخته مدعای سابق ذکرن، چوگان کلک معنی ربایی ل میدان سهایفته جردان الماسی، bu zamane مرهون olmak اعتقاد ایله شعر. سمند طبع سوار oldu عزم eder باقی، سمند طبع سوار oldu عزم eder باقی yolundan، یکران طبع صبا خرامه سوار، طرف باغ و راغ سخنوریه عزیمت نمای رفتار olup. ولی bu طریقیله آهنگ لعبت بازی مدعا ترازی موقوفی موافقت یاران هم اینان و منوطی هم کابی چابک سواران میدان عرفان. علمقن تحریک تازیانی شوق‌انگیز تحریض و اغراء için bir همزبان مددکار دست رس، آرزوسیله پیکی سبک پایی رضاتون و پوی اطراف و اتحاقیله دیگه رضاتون و پوی اطراف و اطراف و اتها قıldıkça پاسخ یأسین Burada kəlməni oxuya bilmirəm. Bir-birinin üstünə yazılıb, nöqtələr düşüb bir-birinin üstünə. Pasux Yasin xəbiti ya xit ilə xit oxunsa bəlkə üzrxahi hirman olub.
اکتناهی اسباب نازفریابی مرامده استخدام حواسیس تقید olundukta معقول فهامی şəhrak azimi seyri kenar و متوجه دامن چوسار oldukları باعث پریشانی یارانیdir ki وضوح یافتی خاطر پر هلجان olup zarureti hüznengiz بیکسی صبر و سکون اضطراری به ایجاد edekenden ne acaba bu Ərəbcədir yoxsa ayrı bir dildədir? İstirari Əl-Hacat ehtimalən, amma hacat da zat yoxdur. İlca. İstirariyə ilca etdikdən, ilca sığınmaqdır, iltica sözündən düzəlir. İlca etdikdən qeyri ehyanən təqatür yaran əhzaniyi در پی ایله هوای تفکرده عدم اعتدال و جاهی شاهراه دماغی موطئی پای اختلال ادن هرزگردان اشغال بیمالکی آثار تراجمندن گردی ملال پیدا olduğu enani nabi مجال و باعثی ضبطی çok ağır kitaptı aslında. Fakat belə oxuyuram ki, bəlkə bu kitabdan bir şey tapaq ki, nə oldu? Yəni bir tarix tapdıq kitabın haqqında. Bildik ki, bu tarixdə bu kitabı yazmağa başlayıb 1135-də. Yəni neçə il? İndi əlan 1448-ci ildir yox. Bundan əgər çıxsaq 1135 313 il qabaq bu kitab yazılmış görünür. Bunu indi elə, amma istəyirəm görəm bəlkə bu kitabda bir özünü tanıtdırar kimdir. Əlbəttə üstə yazıblar kimdir, amma bəlkə o doğru olmaya. Onun üçün buranı oxuyuruq. Zamam məqal olmağın rəcəti qərargahı sümtü sükutə qərar verilib. Tənhanişin cuşe qəmxani xudim gənci qəmim و درد دل ویرانه خودیم مدلولی üzrə بیت الحزنی خمول و تنهاییده سرفرو برده فراغ و آزادسی اگر کرشمه یارون کشد و جرغم هجر نه آفرین ز بیم بشنو نه آفرین ز نه آفرین ز لبم بشنوند نه زینهار. اوکی. اگر کرشمه یارم کشد و جرغم هجر نه آفرین ز لبم بشنوند نه زینهار. نقشینی رسم کتابه محراب انزوا qılmış آزاده مرد منگتر زهروایی برطرف ساخته قید کدر و فکر شادی ایکن ندیمی حاضر جوابی خردی مبحثی صبر و سکونه تعلیق خاطره رد و باب جوازی سمت و سکوته ilgai قفل انکار ile دروازه رخصتی سد ایلیوب. شعر. بهار است کو ساقی جانفزا که آمد لطافت به سیر هوا. بهار است ای خلوتی مژده باد چه سان می نشینی جمادی جماد آمد از شوق در اهتزاز صبا می دهد جان تو غالب بساز وگر تو به هم
شیر شد با شکست، چه دارد در این فصل ماهی نشست. بودم خرمده آدمن زای گراری باغ ارم اولسه. یه سیر و تماشای عالمه وضع گدم ادب، خصوصا اتمام چارجدی شرط لگاه احبا منظم میکن بو وجهی صومعه خراب اندر خراب فراغ اطره. گرفته لب و بسته دم متواری، پرده عنکبوت غم الدغنون. عاقبت نتیجه بخش خبیت خبت و ندم در. دیگه فقر پریشان دماغی الزام و سمت چمنزاره سوگ عزم و خرام ادب. هرچند که آشفته دماغم سر برج سخنم نیست، دامن چه گشایم که گلی در چمنم نیست. از دوری گلشن غرضم حفظ ملال است، ورنه شکر آبی به گل و باسمنم نیست. مفهومینی برآورده زبان اعتراض و چینی جبین اعراضی. Salam aleyküm. Hoş gördük oğlum. Yaxşısınız? Ha, zahmet de onu için imzalacına. Acır olsa şeyler. Yaxşı, indi burada ben canlı yayındayım. Siz de ortada. ورنه شکر آبی به گل و با سمنم نیست. Mefhumini beraberdi. Benim oğlum gelmişti. Bir kağız var idi. Ona göre bağışlarsınız. Olduğum yere geldiler. Ben de sevindiğimden oğlumu gördüm. Biraz heyecanlandım. Çok bağışlarsınız. ورنه شکر آبی به گل و با سمنم نیست. مفهومینی برآورده زبان اعتراض چین و جبین اعراضی. نمونه نقش انقباض ایلدم bu وجه تعریف مراد ifade بخش سکوت olmayıp بالآخره şiir cenede. Oturma cuşeye tarici hücrede. یک تاده یعنی دی نده بو. oturma cuşeye tarici hücrede. Yahya adı Yahya'dır. İhtimal verirəm ki bu Yahya olacaqdır. Mən burada bir yerdə yazım. Görək ki bu Yahya oturma cuşeye tariç hücrede Yahya kenar cuşene çık şeir dilcuşa diyerek fetvasını gör عامه بیضای تعظیمیدن ابراز و شوق وجوب امتصالینی آمیخته محاوری نیاز اتمکل خواه و ناخواه اماله لگام احتزازه باعث olup فیلحال سامان آرامی برطرف و روبراه جانب جمعیت جاه المغل عزم نیلی مباحات و شرف قلدم و دل زار نابسامان نیله اینان بر عنان پوبان و پویان و دوان نام انگیزین ایله مشهور و متعارف میسره دلجوشای جنت آساده ملتحق بزم یاران و داخل انجمن خوشطبعان آزاده دلان oldum gördüm ki ol xurrem fezای dilarade cuşe به cuşe meclisler kurulmuş ne meclisler kurulmuştur ne sağarlar sürülmüştür mehabbet ta badesine mehabbet badesine bir kez ürül benzer
Mehabbet badesine benzer olmaz, hep görülmüştür. Mehabbet badesine benzer olmaz, hep görülmüştür. Za به جا خیمه زرین تنابلر، حیز فلکی طعنه زن و رشگانداز سریر. احتمالا سریر رو ama yarir şimdi yazılıbdı. Ehtimalan yarir bir kəlmədir ki, mən bilmirəm. Rəşgəndazı yer ola bilər. Rəşgəndazı yer آتش کرم التهاب ile مطبخ کیگوباد زبانلر زبان دراز olup روز روشنده جوشه جوشنده هر مجلس عالی حلا اعلا ile بحث مباهات ده لیلی زماده پیراهن صحراده چراغان منور الحوالی مسابیهی سماعی دنیا ile دعوای مساوات ده طرفی آزادگان بی چدر و تشویش کنار نشین سفره صحبت و ایش پیمانه در دست و سراحی در پیش دریای احزر چمن حبوب نسیمیله موج در موج دلربایان گل پیرهنی تاز و naz و نعیم ile فوز در فوز. احتمالا burada bir beyt yazır. Silsile ab zereh در زره در زره سلسله آب زره در زره توق زهی گشته گره در گره bir türfüde bir tarafta نغمه و نوای چنگ و نی bir canibde بانگ سلای بزم می جوش و هوش مجلسیان پرصدای از صبوح و صبوح دماغ جهان جهانیان مؤثر نفحات صدجونی فیض و فتوح رعنا پسران ناز پرورد گلشن مجلسته شجفته ورد شجفته ور دشتدار و شأن پرحزن و درد مانند برج خزان فتاده و زرد. Orada bir kəlməni ehtimalən düz oxumamışam çünki pərvərd yox, naz pərvərd gülşən məclisdə şügüfti vərd şeyda روشان پرحزن درد مانند برج خزان فتاده و زرد. Belə oxunacaqmış beyt. خوبلر زانو به زانو جام زرین در میان bir gülü صد برجدür جویا o بزمی داستان. پس فقیر زار و نزار bu ترتیب غریب دلچش آثار مشاهدسیله ضیافت مسافران حواس و گوای پریشان çargah azim olup beyt. Gül gibi işlet olmaz ise bir bercu saz ile sümbül kimi gencimin olur bir piyaz ile. لخت جگری نقل ماحضر و اشک تری صحبای بیچدر بلوب اداره چوسی مالامال معارفته چوسه اداره چوسی مالامال معارفته محدود olan خوشطبعان سنجیده اذعان ile bir جوشده حلقنشین همیت حریفانه و آیین بند صحبت عاشقانه ایچن خلال مناوله سلافه از صحبای مقال و خطاب و اصناع مفاکهه و ثمار شهدانگیز شکرریز سؤال و جواب ده ساقی دلچش اطوار معبره پیمانه
مدعای سابقی در میان و چف دست حسن ادا ایله ایصال پنجه سمع باران ایلیوب و ندیم چرب زبان ناطقه مقصود طبع کسیرای علایگی bir بیان یعنی صحایف سابقده مارالذکر یعنی صحایف سابقده مارالذکر olan قضیه عرض حضور یاران ایلدی همان دم همچنان مجلسیان bunda sındırdık. همچنان مجلسیان رأی ثوابی استصواب و زمزمه صد بارک الله ایله توشیح منظومه خطاب ادب لله تعالی بنیت خیر المستحسن العاقبتن پشیمان و بوغ عظیمت سادگه مستلزم المنافع الوافردن جریوه تعلل و تواتیه روگردان الماجب. البته bu تحفه نوپیدای حسرت الاسلافی مفتون طرز تازه هنروری olan یاران خوشنهاده ارمغان اتمک چرچس چه خیلی گرکسین که خیلی دمدر bu رسمت زوهری معطری حکاک ادراک بشر پرداخته مشکبی الماس تأثیر نظر qılmamışdır. Hər halda indi sonunda dedi ki, neçə səfə oxumuşuq? 18 səfə oxumuşuq. İndi dedi ki, biləxərə təsmin tutdu bu kitabı yaza. Amma görək ki, nə olacaqdı? Bu birisi səhifədə görürüm ki, qələmin hələ istir əlinə alsın, bir şey görsün. Ümid ki, vasıl anamil iltifat bunu bir yerdə orası yerdə qələt oxumuşdum. Anamil oxudum, qələt oxumuşum. Ehtimal anamildir. Əməlin cəmidir. Amal, əməl onun cəmi olacaqdır. Anamil yazılır ehtimalən. Arzular. Anamil iltifat və daxili hüqqi qəbuli əmail fərxunde sıfat olmaqla cəlbi mənafi-i yümnü bərəkat ilə deyib لبان تضرع و نیاز ilə تقبل و ایمنجوشه اقدام و دامنجوشه تقبل و دامنجوشه اقدام و دامن التماس و رجا ilə ایثار هدایای فاخره اهتمام ettiler gerçi bəhanəcuy təhriz olduğum cəhətdən bu müqəddəmat varidə bir vifqi xatirxah idi lakin təzahüm iqdar pey در pey منافی جمعیت خاطر المغله حسب الاراده امنیه دل خالص البته النیینün هیئات پذیر حصول و حیولاء مدعانون قابل صورت قبول olmasında bad وسوسه ترد و بخارانگیز تخیر olub قطعا سودای سخن و دماغ استر سودای سخن و دماغ استر آزادگی و فراغ استر ترکیب کلامت جزء اعظم بیگیدی خاطر مسلم olmazsa اگر فراغ خاطر bir tertib olsa bari zahir bir terbiye mümkün olsa verçar neylerdi behari bağ gülzar mefhumini rahnumayı gafili etizar ve ceriveyi تعلل موصل نزاهی gürizgah təb'i bi ixtiyarıdır. Burada eyni gene yazdı burada. Ne deməkdir? Görək nə çıxacaqdı bu. Eyni bir məsələn şeiridir, beytidir,
qəsidədir. Eyni burada bir şey onlardan biri olacaqdır. O tür bir şey olacaq. Amma nə deməkdir? Qəndəsən qəndə havayı suxan mعنیدار. Qəndəsən qəndə havayı suxan معنیدار. موقعinde biraz qərar eylə bəhanə pərdaz əcz israr oldum. Mütəvəqqifi seri rah niyaz olan cüruhi mültemisinə tefrige futur ilgasine mecal olmayıp ittifak azim ile tekrir hücum mümteni'ül endifa üçün suretnumay qiyam ve bir tariq ile neçə zəni rikab iqdam ve avixte دوال و زمام سعی و اهتمام oldular ki incahi meramilerinden gayri cürizcah müdafieye ihtida bir taraf olup bertaraf olup biz zarure ol meclisi müretteb levazimde edevat tahrir و تستیر تشخیص teşebbüs lazım geldi. Her şeyi yığdılacaqlar, pul da gətirdilər, dəftər də, kağız da, qələm də, miz də, səndəl də, hər şeyi tökdülər qabağına, dedilər yaz. Ol məclisi mürəttəbül ləvazimdə ədəvat təhrir و təstirə təşəbbüs lazım gəldi. Pəs nə hal isə məhfəzə xatirdə mövcud olan süvəri sərgüzəşti namradan aləm eşq و ابتلایی برآورده صحایف املا و ol nüzhət abad behişt asadə xeymizən təfərrüc olan asude dilan biqeyd ilə münavili səhbay musahibət xatircüşa xilalində səbali ki abriz müddeای حسب قدره پرداخته گلمکاری انشاء قıldım. زمانی که پرداخته مسگله چلچی تنگیه olub سزاوار تمغای زف القلم الماسنی استاد راست معیار خرد تعیین و تصریح eylədi. Bu məni savab intihara bu məni savab intimara bab خاطر سداد آشنا oldu ki هرچند استازه مسلم ادای سخنوری ظواهر تعبیرات سنجیدهی آوازه جردن مضمون عشق و دلبر قلوب محضن بهانه اظهار ملکه جفتار چون فنون جنون محبتن نته اوراق و صحایف شیرازه بند جمع و تعلیف المشلر و جوهر ذات افت پناهلری عرض تهمت حزنت افزای بشریدن مبرایی چند بناجوش دوشیزه مقالاتی لعلپاره استعاره عشق آمیزی لتعزین و تشنیف etmişlerdir. Ama طور جامع الحروف انسب و طرز ادبی اقربدür. انسب و طرز ادبه اقربدür که مشایخ اسمت و پناه مقدس جنابون آثار طبع دانشمدارları müşir mükteziyat kinayه و مجاز olduğunun vecihi ve hikmeti yine ol salatin keramet آینه معلوم المغلب bu xabaseti مادرزاد ile kendimi onlara kıyas etmeyip bu taze muhteri khas nozuhurun mevzui aha bu nedir? Kitabın mevzusu. Bu taze muhteri khas nozuhurun mevzui yalnız sergüzeşt şuride dilan سردر havaya مقصور olmaya. Pes tahta sergüzeşti. Burada yazaq. Mevzu. Qabaqda əlbəttə bunu bir sərə demişdik. Amma mən onda inanmırdım ki mevzu olsun. Ona görə də onu demədim. Mevzu
موضوع yalnız sərgüzəştdir. Yalnız sərgüzəştdir. Sərgüzəştdir. شوری دلان سرگذشت شورید دلان سر در هوایه مکسور المایه. Yəni fəqət bunlar üçün olmayacaqdır. Aşıq ki əhval şeyda روشان آشفته مشرب اجتماعی هر کس موافق خاطرخواه المایب اختلاف مشارب عالمیانه بنااً مناسبدür ki bu şahid şirin şemailə ki پرنیان رومی نقشی ilə cilvəگر میدان معرفت بر شوخی بر شوخی اشوه باز خلع فاخری این امثال و حکم طرفه آمال طرفه معال ایله زینت فضای اشتهار المقده مشاطه هر دست قلم نادره پیرا در چار اوله تا ki طرز معبر Gülüstan Bəharıstan üzərə o Gülüstan Bəharıstana bənzəyən, əlbəttə deyir ki, bəlkə o üstdəkini də yazım ki, əhval-i şeyda rəvişan ki, əhval-i şeyda rəvişan که احوال شیدا روشان آشفته مشرب اجتماعی burası devam edir ki معبر Gülüstan و Bəharıstan در چار اوله تا چه طرز معبر Gülüstan و Bəharıstan üzrə mütəzəmmin sunuf qeyri olması Gülüstan و Bəharıstan üzrə mütəzəmmin sunuf qeyri olması افراد نظراندازان التفات مقتضای خواهش اندوزلری پدیدار. Getdiz oğlum. Allahın əmanında. Bay bay. متضمن صنوف غیر الماسی افراد نظراندازان التفات مقتضای خواهش اندوزلری پدیدار اتمکل عموم نفع حکمت آمیز عبرت انگیز آشکار و سفارس خاطر خوش طبعان روزگار اوله. پس بو وصل وجیه üzrə پیوسته اتمام و بیان فهرست موضوع و مضمون صحایف آتیده مستور olduqi طرز دلپسند üzrə صورتبستی اختتام olduqda بعضی کرام عالی مقامın عرضه پیشگاه نظری و نموده نگاه التفات اثری qılınıb سزاوار رد و قبول olması babında حاکم فیصل تراز حسم و تمییزine müracaət olunduqda xunkare layiq xunkare burada şaha deyirlər əlbəttə xunkare layiq töhfeyi mulukane və در dövləti və dürri dövləti mədar sultanə سزا bir hədiyyə bi bəhanədir دیگه بالاسنه وضع تمغای قبول و امضا و صوب رفیع جهانیان اهالی نوازه برداشته قلنماسی bir داشته قلنماسی سوق و ایلگا اتمشله اولد ربای خوش سیمای رومی ترکی گبایه کلاهی زرندود مدیح سلطانی بر bir سر و لباس ملمع
تار ستایش sahip granidir bir kılınıp. Cəlibdir ki, mən bunu biraz kiçildim, buradan bir əks salım. Çünki kitabın buradan başlayır. Şahın haqqında istəyir buradan bizə yazsın. Buradan bir əks salıq. Bura 10-cu səhifədə. Qeydim gedim 1-ci səhifədən də bir əks salıq. Bu üzə gedirəm, tərsə gedirəm. Tamam, gedək 10-cu səhifəyə. Burada qaldıq. Yetişdik bu təqribən. Gedirik kitabın içinə ki, hangi zamanda yazılıb, onu bir də görsəsin. Qılınıb, silki suxan ra ki durafşan konیم. پیشکش حضرت سلطان کنیم آماده خدمت بارجاه اجلال و فرستاده صوب عزیز المنال سعادت و اقبال المعصی امید که تجویز کرده سراپرده زوایای التفات و قبول زوایای التفات و قبول المغلق دل زار بی اعتبار شرف یافته حصول و معمول اوله زهی سعادت اجر التفات سلطانی جرب و تحفه ناچیزی لطفه ارزانی آغاز مدحت و ستایش حضرت پادشاه عالی جناح سلطان مراد شوکت پناه. Sultan Murad'ın yanında yazılıbdı. Ehtimalən bu çağ Sultan Murad Şövkət Pənah, hələ görək ki, qalanı nədir, o birisi üzdə nə deyəcək? Xəllədah və əbqahu və əvsələhu ilə ma yetəmənnah. Biraz ərəbcə dedi, istəyirsin ki, şahı tərifləyəcəkdi, şahı ki, aliyacaqdı, cahı böyükdür, məqamı üstədir. Sultan Murad Şövkət Pənah Xələdəllah və ibqahı Allahın uzun eləsin ömrünü və ibqahı uzun saxlasın və əvsələhu ilə ma yetəmənna və yetirsin o arzularına. Gözəl dua edibdir. Haliya sahi pəhnay cəhanə از گاف تا گاف رایات شکوه و شوکتی سایه انداز مکارم الطاف olan معظمی پادشاه فلک بارجاه ستوده اوصاف مکرم شهریار جنجین نثار معدلت و انصاف سرافراز فلک تخت خورشید بخت سرافراز فلک تخت خورشید بخت یک تاز اختران زین زبون کهکشان رخت صاحبگران جیتی ستانی زدی چوکب کشورجشای صاحب رای علا مشرب پرخاش ترازی بر انتقام شیرجنج دشمن جدازی خسرو غلام اردشیر ننج پنج شکنی رستم و برزو به زور بازو سیلی زن جنگیز و هلاکو به زور بازو سیلی زن جنگیز و هلاکو به مشت نیرو فرمان فرمای گاهر به جاه و جلال شامل ممالک آرای قادر به قصاص قهرمان قاتل فرخنده فال فرخ قدم خجسته حال مسلم کرم پاداشته دشمن دوست برنده سر و درنده پوست اکلیل بخش تاج ربا شورانگیز و امن افزا تخت آرای لشکرکش نیسانسان و آتشوش زحم چشای زحم جوشای و مرهمسای امنیه ستان و کامبخشای شاهنشاه شرق و غرب رخصته سلم و حرب مظفر محض و غالب مطلق
Halifet el-İslam zillül hak. Burada li münşihi. İndi bunu bir kitabı yani yazan o, bu adam ki bu kitabı yazıb o deyir ki, nə mənə? Padişah rub meskun Hazret Sultan Murad, sahib bəxt Humayun, tajdar رجم سریر، تاجدار هم سریر یا زم سریر o زم شاه زم که وارد میشه onun adını gətirir. پادشاه ربع مسکون حضرت سلطان مراد، صاحب بخت همایون، تاجدار زم سریر، چامبخشی دادگر خاقان اسکندر سیر یا سیر، معدلت چار خدایاور، شه اقلیم جیر. bir رعیت پرور پادشاه دادآور و شهریار خدایاور یاوردر چی فرگد سای ابوالبشره، تاج زیبای شرف بخشای انا جعلناک ایله تکمیل سروری میسر oldu. مسند جلیل الشأن جهانبانیه، چابرن انکابر وارث مکارم و معاصر، نجا شاه و شاهزاده اول المفاخر، سایفکن شکوه و اجلال و مربع نشین حکومت و استقلال olub. Bu مرتبede خراین عدل و احسان مالک پادشاه مرتب حشم، زم فتنت و ظل الله عالی همم سکندر عظیمت، قهرمان دست به تیغی قدم در رکاب، صاحبگران نیت به خیر و نظر بر ثوابون، بودم خرمه جلنجه مشرف ساز دیهیم جاه اجلال الماسی ایله، نه هیچ آفریده تشنیف بناجوش اذعان ایلمش، و نه فراش دامن در میان سبا رفت روب، و نه فراش دامن در میان سبا رفت روب، سر میدان جهان چون نوبهار ازلدن بر و اقصای ملک چندن منتها و اقصای نوبهار ازلدن برو، اقصای ملک چندن منتهای دریای مغرب زمینه دک، تحریک جاروب تک و پوگلالی خدمتگزار خرم و دیار دولت، بو رسمه خداوند فرمای شوکت، پناهون تراب بابنه زپسهای عبودیت و دلربای فرخنده لگای سلطنت، بو مقوله ملک ملچارای جردون، بارجاهنون جوشه دامن اجلالندن، بوسربای عزت olduğu داخل آغوش سامع جهانیان olmuştur. شعر bu belə şahenşah adil gelmemiştir aleme، cümle tarih selef خاطر نشانımdır benim. این دولت و این شکوه و این بخت، این افسر و این نگین و این تخت، زین پیش نداد کسی نشانه، کو چرخ بناز و برزمانه. نگهدارنده زمین و آسمان جل شأنه، در جاه رفیع الجنابه دست تضرع نیاز برداشته دوشه، تا bu نه خیمه جونگار جون، بی تناب و ستون افراشته و بساط زمردفام بوگلمون، اثر سبغه صانع بیچون birle necaştedir. Ol daver dad averdin perverün, zat ferkhunde fر نیکو سیری، hururi هزیرندر و انفعال سهام و haruri هزیرندر، فر نیکوی سیری، حروری هزیرندر
و انفعال و سهام اندوه ملالدن آسوده و بری و سعادتلی میمنتلی وجود بهبود عاقبت محمودی زلال حیز معلای سروریده همیشه مچین مسند والای داوری görülüp سایه همای همتlerinde cüncüşçü nehadane رعیت چی لانه پردازان جوشه عدالت در آسیب ناخون عقاب پروازان اوجگاه ظلمدن آسوده و سالم و سفیر ستایشگری سلطان عادل پیوسته بالای نهگباب اکدشت گülbانc اثر بخش آیین کر و بینی مستلزم oldukları بهانه استمرار عیش ارغد و اجتناع ثمار نیکووار اکلها دایم اوله داورا دولتی که لازم تو داورا دولتی که لازم توست من ندانم که گویمش چون باد چه قدر میتواندش افزود گر قدر میتواندش افزود تا حد امتناع افزون باد اگرچه سمات آرای عدل و احسانون اوراد سراچاری ذات برجزیده صفاتی السنه خلایقده لازم غیر مفارق در ولی حق گذره سجده شکر واجب بر همه کائناتی منوی کرده معودی کرده bilmirəm زبین اقتدار olmaq xüsusi nə vəsilə قلاده گردن وسعی بشر olmağa mümkündür ki feyz توفیق مالک الملک پروردگار ایله بالانشین دار و ضیافه جهانبانی اولالی قاطبه فتان مرز و بوم امکانه bir طریقه محبا ساز جشن مبذول النوال عنایت و افضال olmuştur ki حواصل اکابر و اسافل معاید فواید ممتنع العدل ihsanlerinden bir tür nefais amal olduğundan gayri güruhi naşitaban جرسن چشمان اشعبی العمل ادنا امانیlerin ben nevaله بینهایهی کامرانی ile مملو و مالامال ettikten sonra ادعیه tasavvürlerinde o iye yazıbdı demekten alif vav eyn ye he o iye tasavvürlerinde cünzayiş pazir olmamakla zira زیران و پریشان اطراف olan زیران yazılı ayrı bir şey okunmur yani her ne kadar fillenmiş bence ayrı bir şey okuyayım olmadı. زیران و پریشان اطراف olan فضاله خان احسانی وزن و تخمن için günbəd هفت آسمانın her biri keffe میزان olsa مغشار آشیرینün معلومیت مقدار و کمیت امر نامویسرdir. شعر نه حساب جلور نه میزانه کرم بیکران شاهانه بر این نسق محاسبان دقیق سنج دفترخانه احتمال و رقم کشان تفضیل و اجمال
فذالک فرض المحال، اگر حساب صنوف مکارم شاهانه است مراد، و سایر اصحاب تاج و تخته وجوه غلبه و علل مرجحسن، تخت ضابطی هست و تعداده اراده ایراد اتیسلر یا اتیسلر، سیاق رقمی چرمی جنزیده روزنامی هفت اجزای آسمان علمق احتمالی برطرف علوم، مجموع ثوابت و سیاری نقطه صفر الالوف علمقه عدمی کفایتی ثابت و مقرر در شعر. در وهم نیاید از ستر چی در عقل نگنجد از بزرگی، در وهم نیاید از سترگی در عقل نگنجد از بزرگی، فیض نعمش چو چشمه در جوش، صیت کرمش چو نغمه در جوش، یک خنده بهار از نگاهش، یک جوشه سپهر از کلاهش، بحر از نگرد و بحر ار نگرد کفش گهرتاب، شرمنده فرو رود به گرداب، تأیید معین چار و بارش، توفیق رفیق جیر و دارش، فی الحقیقت فیضاب مددکاری توفیق علوم، فیضات مثلا من جلی را ما فیضات یعنی فیض کلمه نه، اما فی الحقیقت فیضیاب مددکاری توفیق علمق مبحثی بود وجیه ایله، اصل الاصول نفس الامرده توفیق و تطبیق علونور چه، اول برجزیده خسروان فلک بارجاه، اسعد از منده شرف بخش دهیمگاه، پیرای فضای تخت و چلاه اولدوخته، مداخله بیجانگان ازرندی شیله، طور جهان دجرجون و زلزله هرج و مرج فتن و تشویش ایله، بنیان فلش سرنجون علمق علایمی، بر همزن انتظام ربع مسکون علوب، مزارعی حال جهانیان بی شبنم تقدیر، بروتسی ایله سوخته برج و پژمان ایدی چه، موسمی دور زمان تا دمی واپسین حشردک نوبهار، بلچه رشهاتی نیسانه بدل، بلچه رشهات نیسانه بدل، ناودان هر کمتر چیاهیدن چه، سر موی شخص عالم در، آب حیوان و سلسبیل جنان ریزان و روان، اولسه هرگز نه برجی حشیم انتظامه تراوت، هرگز نه برج حشیم انتظامه تراوات، و اخزراورونه پژمرده چمن حال انامه، صورت فیض بهار و عودت اتمچ خیالی، شهر آه تفکردن جزار اتمزیده. شعر شöyle پژمرده ایدی برج عمل چیم اتمز، رشحه چوسر و تسنیم آنی هرگز سیراب، بو تف و تاب تموز بو تب و تاب تموز اختلالیله، تفیده لب استراب اولان، تشنه دلان جگر سوخته گبافی ملال، آرزومند رشهات اعتدال اولدوخته، مقتضای وارونگی طالع سال عالم، بروت ایله تیره سحاب اختلال، حوالی مزارع آمال، پریشان حالان و امم ادردچی، باران سرشک ستم دیدگان مهنت کشیدن پیدا اولان، سیول اقدار هرمانی ایله مشارب، عالمیان بر شکاف احزان علوب، رهروان
مشوارجاهی کثیر الاسار کسب çarun əqdam səmənd iqdamləri. Daha görürsünüz ki, hala şahı neçə səfhədə oxumuşuq. Mən görürüm ki, əcəba bir yerdə bu devam edir. Hala bunun devamı var. deyir ki şمشیر عالمگیر فستگم کما امرت ایل ضبط کشور نظام و ال تیغ بیدریغی همواره همایل گردن اهتمام edip بر yer لبغ بلیغ bir بلیغ عظیمleri توفیق رفیع ان تودل اماناتی لمعنون و قانون قدرشناسی ارباب دانش علومی پیشنهاد و müfənnən qıldıqları cəhətdəndir şeir. Görək ki, fəqət elə şahın adını gətirdi, əlaqəl dədəsinin adını gətirmədi ki, görək bu xan ki şahdır. Amma biz görək ki, مطرزی ساخت خلعت مت پادشاه بر و بحر و صف جمیلی حضرت فبوی بناهی لازال مظهر او مظهر القصص الالهی. Ehtimalen Hazreti Peyğəmbərin haqqında olacaqdır. Bir neçə cümlə buradan sürətlə baxım. Görüm ki, əgər olsa burada şeyi gətirir. Tamam, buranı oxuyaq. از آن جمله بو نوبهار دولت فرخنده آثارده رشحات مداد المثمر زدادی شاد آبسازی چمنستان دین یا خمستان دین olan غیسی مدار ارگوهری مدزار جوهری بار فضل یقین آفتاب منیر هموار تابش آسمان بلند راست گردش خیرخواه دولت عظما اون و پناه دین و دنیا مشکلجوشای دقیقه سنج فرمان روای بی سپاه و جنج کرامت پناه مؤثر نفس بی غرض نجاه بر همه کس بی دریغ ساز نقد همت در میان چون سمات عنایت جبیره بند صد منکسر دل نوازشگر هر محزون شمائل منشئی صد فیض و فتوح در میدان افاضه همعنان روح محق بی وهم و بی پروا نافذ الحکم بی مهر تورا استاد همه فنی مسیحا آوای سخن علامه دهر بی معادل فرید اواخر و الاوایل تقوا پناه مقدس جناب فتواده مخیر مخبر الثواب fatva verəndir da bu hər kəsdir. İndi bu çağ bir dənə də bunu çağı bir yazdı Sultanmurad, bir də çağa yazaq yenə, bu da bir ikincisi. Şeyxülislam İbn Şeyxülislam İbn Şeyxülislam müftiyül enam ne'amül eyyam ul kerim İbn Kerim افضل زاده جد به جد ایلده احیا اثر آبایی والده اولده سمی زکریای نبی سمیه زکریای valide oldu sümmiye atasının adı Zekeriya da ihtimalen. Valide oldu sümmiye Zekeriya'yı nebi kendi faiz olup ezze ilmi Yahya'yı izze alemi Yahya'yı ihtimalen şehriyarان سکندر سیر سلفتن hiçbir server zafer rehberün zaman saltanat müntezem eserlerinde şeref بخشای hünkay müşkülgüşayi olan
فراتون مشربان ارسطو هنر اول حضرت عالی مقام دانش پروره برابر و بو مقوله بر مستشار معتمن بیغرض مستغنی مکافات و عوض خیرخواه پادشاه جانبدار عباد الله ازمنه و عهود ماضیه سلاطین birine müyesser olduğu cuşsedi no'i beşer midir ki خورشید بی bedeldir o dünyaya bir gelir vezni üzere müteressit gerdiş eflaç fehm idraçdır deyir bünyad burada bir kelime yazıp itrelen bunu şey elifdir sonra üstüne kırmızı xət çəkiblər yəni yazıblar qələt yazıblar bunu yəni siliblər deyir bünyad kühənsal itrə bu şərəf ifadə və ifzalidə bir nəyyir nəviyyə bir nəyyirin nöbeyi dəlilül yemni bəl bərəkatünün üfüqi pür əgər adın desə əcəba o adlar bunun adıydı bundan eləyə bilərdik ki şahı daha rahat tapaq cahan ki muraddır pür ənvar dövlət Osmaniyyədən istihali tulu və zuhurunda müttəfiq və rumuz amuzan rayihə zayicə احتمالات بعیده قرون 100,000 ساله bu خاصه دانش و کمال ایله bir نظم هدای موجب السعاداتون آسمان رفیع المدار ملت اسلامیدن ضابطه امتناع نشر نورینی محقق و فلاطون عقل صاحب النظر داخی bu مدعای صحیح المعالی مصدقdır ol ذات برجزیده صفات جرامی رتبنün بحث طویل الذیل وصف جمیلندن اداره کلامه استاد بو علی نهاد خرد تحریک جوشه ابروی رخصت ایله اشارت فرمای اجازت olub ادوات تعبیر و تقریر ده مایه اقتدار یعنی زبان و خامده استعداد جفتار مقرر olsa جلاب استغفار ایله اوصاف اکابر زماندن 1000 بار شستشوی حقه سمین و سمین دهانلارمدر چی شربت شهد مصفای تعریف و واتر الرأس افراع جواز müyəssər ola. Acaba bu ad onun adı Şeyxülislam Müftül Enam Namil Əyyam Kərim ibn Kərim Əfzəlzadə cədd be cədd ilədi Əhyay Asarabayi validləri Sümmiyə Zəkəriyyə ehtimalən Zəkəriyyə olacaqdı validi oldu müsemmiye Zekeriya'yı Nebi kendi faiz olup izzi alemi Yahya'yı özde Yahya'yı yazıbdı ama ben bunu Yahya'yı yazım Yahya'yı bu ne demekti? Bu 4 səfə, 5 səfə, 6 səfə, bu hələ feylən 7 səfə davam edir. Bunun adını burada harada tapacağıq? Hövsələ istəyir ki, oxuyasan bunu və mən fikirəm ki, 2 saatdan çoxdur əlan bunu ağaz nəğmə sənciyə مولا ola bülbül kirki xoş əda در Cülüstan و اوصاف صدر العلماء. Burada da Sadr Üləmadan danışacaqdı ki, kimdir? Aləl xüsus bilfil sənədarayı bil بالاخانی تشخیص و تمییز و مصر معموری معمورت الاکناف عدول و انصاف عزیز olan اعلام العلماء اعلام افضل الفضلاء الفهام جامع الفضائل العلمیه علمیه و العملیه مالک الربانیه الدینیه مالک ریاست الدینیه و دنیویه
چاشب استار الحقایق، واقف اسرار الدقایق، علم العلم والهدى، منار الفضل و تقا، المولا الاعظم و البحر المعظم. Şeir. Adamın adın deyəcək, adı getdi şeirdə da ya ad yaddan çıxdı. Sümmiyə fəxr aləm varisi xəlqi peygəmbərdir. Xuda şayistə qılmış zatına bu qədr valayı. Əba ən cədd kərim ibn kərimdir. Və veranun xətadən səqləsun. Bu dövranın əba ən cədd Kerim ibn Kerimidir. Bu dövranın xətadən saqlasın bari o zat-ı mükerremin rayi. Və yer oldu ol adlə hər yanın hükmünü biminnət edər lütf fərmanı ilə şad əla və otari. Getdi, ad yaddan çıxdı. Mən bir səfər bunun haqqında yazıbdı. Amma şayad elə adı bu olacaq ki, Kerim ibn Kerim. Amma bu sifətə bənzir ta ada. Qədr ilm و معرفت. الحاصل o zat بزرگوار ستوده سیر قدر علم و معرفت و رعایت مراسم قدرشناسی بی حیثیت قلور. اما نی بخشنده فقرا و کامرانی و دهنده اهل رضا bu دور عدیم البقا رهین الفنایه نه gelmiştir ne gelir. ol بهترین ورثه انبیاء مرسلین ki مقتضای حدیث شریف شهرت پذیر عالمگیر üzere اعاظم انبیا و رسولün güzide اوصاف حمیدelerin ihraz ile sayirden mümtaz ve şeref veraset külliye ile serafraz oldukları قرار داده حقشناسان مسائل راز و معلوم کرده نشت سنجان حقیقت و مجاز. بیان اسلوب ترتیبیه و استعفای طعن و تعقیب و تقسیم فهرست موضوع و دلفریب. Hər halda sonunda gəldi mövzuya əgər desə inşallah. Bu da bilmədik bu kimdir adını bilmədik. Kerim ibn Kerim dedi. Acaba bu Kerim ibn Kerim ola bilər yoxsa sifətdir? Adını bilmədim. İşarə oldu. Görək ki fehristdən nə deyir? Fehrist bu üzdədir, o üzdədir. Tamam, orada 3-4 səfə deyibdi ki, fehrist deyəcəkdi, deməyibdi, gəlibdi bir ayrı 4 səfə yarımdan sonra təyin fehrist این خجسته اثر و تمییز یافتن هر نهال بار و رمقنی تمر از یکدیگر تمیز و بارور معنی ثمر از یکدیگر به سبای نفخه سای تعبیر معبر. Beləsi bir şey yox, çox ağır cümlə. Kitabın adı Nəhalistandır. Burada gördük. İndi deyir ki, bu məcmuətül asar, mütəzəmmünül ibər min heys məcmu bu şəfədən bir əks salaq. Çünki bu kitabın o önəmli yeri buradır. Yəni neçə səfə? 26-40 səfə təqribən oxumuşuq, ya atlamışıq əlbəttə birazında. Gəlmişik 46 səfə. Gəlmişik, yetişmişik bura ki, görək 46 səfədən sonra kitab qonusu nədir? Oraya yetişmişik, buradan bir əks saldıq. Görək ki, nə olacaqdır? Bu məcmuətül asar mütəzəmmünül ibər min heysül məcmu bir dirəxt bala çeşidə həqiqi hünər və mühtəvi olduğu fəvakih mənay ibrət əngiz həmana himmətən mültəfitül lisan bis-saq as-saq bis-saq mültəfitə as-saq bis-saq bir şəcərbar vərd olmağın nami نهالستان ile adı Nəhalistan. Təsmiyə və təqsim fehrist mövzu
و mədluli ki xassəyə nətaic və asar ilə numudar fusul ərbəə 4 fəsildə yazıbdır. Gedək bu tərəfdə deyək ki fusul ərbəə. Fusul ərbəə haradaydı? تقسیم و فهرست و موضوع مدلولی که خاصه نتایج و آثار ile نمودار فصول اربعه و عناصر چهاردور قاعده براعت چسبان علمق ملاحظesiyle لفظ معنیدار نهال ile اختیار olunub ماجرای عشق و محبت احتمالاً bura olacaqdır. ماجرای عشق و محبت لازمی اوائل امار و نشانی ربیع و نوبهار علمقین سایردن تقدüm ilə şərəfyab rəğbət və etibar qılınmışdır. Nəhal əvvəl şey adına deyibdi nəhal. Fusula deyibdi nəhal əvvəl şaxsarında nə mənadır? Şaxsarında lanegیر قرار olan مرغان hikayat ibretamiz حالت انگیزون سفیر زمزمه آشگانesinden منفهم olan مضامین سرانجام uşşağzar ve ol zümreden صد و رایدن صدور eden متاعب مشتاق bir ihtiyarıdır. Oh çok büyük şey oldu bu ne? Kuşların dilinden ihtimalen deyək ki aşiqanələr. Kuşların dilinden aşiqanələr. Mən belə yazdım ama bu değil de, yani bunu mən özümdə yazdım. Ama bu ayrı. Nəhal sani برج و بهارنده پدیدار olan خطوط رسوم و رنج بودن استدلال olunan معنای کما تدبن تدان کما تدبن تدان معنای کما تدبن تدانه üzrə رموز bilmirəm nə deməkdir, ona görə belə soxdum. رموز مجازات سوء فعال و صور مکافات آثار حسانی محتوای وقایع اخبار روزگاردür. Anlamadım. Nəhal salis hər halda سایه راحت شعارنده بساط افکن جمعیت و قرار olan همصحبتان اسرار حکمت آثارون مسامره عبرت افضالری بعضی قضیه اتفاقیه بی متضمن و وجوه قدرت رب العزتی مبین بعضی نوادر محیر العقول و الافکاردür. نهال رابع میوه خوشگوارنده چاشنی توبه و صلاحی مشعر و bir müdde آلودگی شرب مدام الآثار ile تلقیقا میکن نقل توبه نصوح ile حلو المذاق olan نتیجه پذیران حسن عاقبتان وجه اهتدر رأی مخبر لذا ید قصص و اخبار ظاهر و بدیdarıdır. Burada qutardı, yəni mən anlamadım. 4 nahalla beləsi deyək. Buradan sonra gedərə uftadan və əzayış inan xoş zəmzəmi hikayat bunlar da onların adıdır. Kitabın axirində bir şey yox idi. Məncə elə bu qədər yetişərdi dahi. Çox uzun elədik. Ki bir şey tapaq, çox da tapmadıq. Bu qədər yetişər bu kitabdan bu günləri. Gedək burada bir yazı yazaq, görək ki bu Google bizə nə köməklik eləyəcək. Bunun əlbəttə adını da bilmədik, amma burada adını yazmışdılar. Nəhalistan elə yazıbdı, ayrı bir şey yazmayıblar. Bugün
Nəhalistan adlı bir el-yazma kitabı əlimizə aldıq və onunla tanışmağa cəhd etdik. Kitab türkcə yazılmış və əlbəttə fars şeirlərindən də burada istifadə etmişdir. Kitab çox ağır və ədəbi şəkildə və səcə halətində yazılmış və məna və məfhumu kəlmələrin içində sürdürmüşdür ki, bizim kimi sadə baxan adamlara ağır gəlir. Yazar hər kimsə kitabın adın Nəhalistan deyə qələmə almış və kitabın konuların 4 fəslə bölmüş ki, fəsl sözü yerinə nəhal sözün işlətmiş. Belə görünür ki, kitabın konusu eşq və aşiqanəlikdir. Necə ki, yazar konuya işarə edərkən nə demişdi? Yalnız sərgüzəşti şuridə bilan سر در havaya məqsur olmaya ki əhval şeydادوشان آشفته مشرب
تا چه طرز معبر، تا چه طرز معبر گلستان و بهارستان üzere mütezammini sunuf غیر olması belli olur. Bu el-yazmanı sene-i خمسه و ثلاثین و الف de yazmışçı 313 il önceye rast gelir. Onun yazdığına göre Vaxtağın sultanı Sultan Murad'dır. Bir beytdə Yahya sözün işlədir ki, şairin adı ola bilir. Amma əcəba bu yazarın adıdır yoxsa başqa bir yazarın bizə bəlli olmadı. Bəlkə bir dəlil ilə bula bilək ki, Sultan Murad hansı Muraddır? O dəlil budur ki, onun zamanında bir Şeyhülislam var ki, Şeyhülislam İbni Şeyhülislam'dır. İhtimalen atasının adı Zekeriya olabilir. Aynı zamanda ne ulema dedi?
Nədir bu? Nam mira, irtikab, bir paşazadə. Nədir bu hancısıdır? Məzhər qəzəb Sultan Əhməd əleyhilğufran rəhim səməd. Nə deməkdir? Olduqda məmur əxz olan dən qərar etmiş ikən bəd'e-i axire mübaşir. Axirlərini oxuyuram, okey. Mən qeydəcə aldım burada əvvəllərdən o 20-ci səhifəyə geçsək. Sədrül Üləma. Zamanda Sədrül Üləma da ad çəkir, amma dəqiq bəlli olmur. Bəlkə Sədrül Üləmanın adı Yəhyayi ola bilir. Beləsi. Kitabın neçə səhifəsi var? 224 səhifə. Bu əlyazma 224 səhifədir. Birinci səhifənin başında təzhib var və iki səhifənin dövründə bir qalin və qızılla işlənmiş çərçivə var. Amma üçüncü səhifədən o yana yazının dövrəsində qırmızı cizgi ilə bir kadr ya çərçivə çizilmiş. Kitabın dili Türkçədir və görünən o ki Osmanlıda yazılmış. Amma kitabın dili Farsca, Ərəbcə və Türkcə ağır sözcüklərlə doludur. Cümlələrin başlanğıc və bitən yeri çox da bəlli olmur. Kitabın
kitabın yazılarının xəttinin oxunaqlığı ondan 7 olabilir. Tüm bir çox kəlmələr birinin içində yazılmış görünür. Görək eləyə bilərik ki, bu səhifələri verməklə kitabı biraz kitabdan 3 dənə ixtisaslı xəçər. İndi bunu save eləsəm. Məsələ budur ki, yenə bu çətinliyə düşmüşük. Bəzən bunu save eləməsi zaman aparır. Görək ki, bunları eləyə bilsək verək buna. Nə oldu, niyə? Əcəba kitabın adı Nəhalistandır, ha? Nəhalistan haqda bilgi toplar mısınız? 1. Yazar kimdir? Hangi tarixdə bunu yazmış? Sultan Murad. Hangi Sultan Murad olabilir? 1135'də hangi Murad Sultan imiş? Suallarım biraz tikir oldu, yəni pis oldu. Kitabın xətti nədir? Sizin analiziniz kitab haqqında nədir? Bu qədər, yəni bundan çox bizə bir məlumat təəssüflə vermir ki, biz deyək, bundan belə ki, çalışdıq, yəni əslində az da çalışmamışıq ki, bu kitabı tanıyaq, amma belədir də, yəni neynəmək olar ki?
Görək ki, bu da nə deyəcəkdir və üçüncünə də aynı mətləbi verək. Görək ki, o nə deyəcək. Tamam. Bunu biraz oxuyaq, görək ki, bu nə yazır. Salamlar ilə. Bugünkü gözəl və dəyərli əlyazma tanışığınız sizin ədəbiyyatı və qədim yazıları dərc etmək olan böyük marağınızdan xəbər verir. Biz burada bu qonunu türk ərəbi əlifbası ilə sadə bir dildə və bildiyimiz qədər sizə açıqlayacağıq. Qələt yazıbdır. Yazıb Zilhəccənin 17-si 47, ələn 48 düz də şeydir. Qələt yazır. 1. Nəhalistan kitabı haqqında bilgi. Yazılarınızdan və şəkillərdən bəlli olur ki, bu kitab Osmanlı ədəbiyyatında geniş yayılmış inşa və ya müslə-i məsnu, təkəllüflü və bəzəkli nəsri. Bunu yazaq. Bu bizim şey düzəndə müslə-i məsnu, təkəllüflü və bəzəkli nəsr formalarında yazılmışdır. Bu əsər səc'lərlə ərəbcə və farscadan alınma ağır sifətlər və tərkiblərlə doludur. Yazar bu kitabda Gülüstan və Bəharistan kimi klassik əsərlərə nəzirəsini yazmağı və öz sənətkarlığını göstərməyi açıqlamışdır. Kitabın bölümləri fəsl yerinə nəhal adlanmışdır ki, bu da əsərin adına Nəhalistan uyğun gəlib və eşq hekayələrini şuridə dəlilərin sərgüzəştini və irfani eşqi əhvali qələmə alır. Yazar kimdir? Şəkillərdə və yazdıqlarınızda gördüyümüz kimi, yazar öz adını ya əsərin dəqiq sahibini aralıb göstərmək üçün sənətkarlıq edib. Beytilərin birində Yəhya sözündən danışmışsınız. Burada Yəhya sözü yazarın adı ola bilər. Məsələn, şairin ya yazarın öz adını təxəllüs kimi və ya şeir içində gizlədir. Osmanlı dövründə bu tərzı nəsr və şeir yazan bir çox ədiblər varmış. Amma bu Nəhalistanın dəqiq yazarının kim olduğunu kəskin bilmək üçün kitabın dibaçəsinin giriş ya yazılış başlanğıcının başqa səhifələrinə yaxud təxəllüs göstərilən yerlərə daha dəqiq baxmaq gərəkir. Yazılış tarixi və Sultan Murad hangi sultandır? Yazdığınız kimi tarix sənəyi 35 və əlif 1035 hicri. Mən 1135 niyə yazmışam bunu? Bir gedim ora baxım. Yazmışam onu, dəqiqən yazmışam. 35 bax ora iştibah yazmışam, düz deyir. Bu 1100 deyil ki, 1035'dir. Mən bunu iştibah eləmişəm. Beləsi olur ha, adam iştibahı beləsi edir. 1448-ci ildən çıxsaq 1035'i çıxsaq yaxşı olur ki 413 il qabaq yazılıbdır. 413 il qabaq yazılıb bu kitab. Hicri olan qeyd edilib. 1035 hicri qəməri miladi təqvimi ilə 1625-1626-cı illərə rast gəlir. Bu da sizin dediyiniz 313 il öncədən bir az fərqlidir. Çünki 1035 hicri qəməri bugündən hududən 423 il
öncə olur. Nədir oldu? Mən 300 şey yazdım. Gedək bir də baxaq. 13 gəlir, o deyir 23. Hər halda bir də hesablayaq da, neyiniyək? Bunun zərəli yoxdur ki. 1448-dən çıxsaq 1035 413 il olar. Bu da iştibah hesablayıb mənə tay. Az fərqlidir. Çünki 1035 hicri qəməri bu gündən hududən 423 il öncədir. Bu tarixdə, yəni 1035 hicri qəməridə Osmanlı dövlətinin təxtində oturğan padişah İvancı Sultan Murad. İvancı yəni nə? Oyuncu, İvancı nə deməkdir? Çaharmin Sultan Murad. 4-cü Sultan Murad 4-cü Sultan Murad. 4-cü Sultan Murad. Deyil. Bəlkə 1-ci Sultan Murad. Deyil. Bəlkə 4-cü Sultan Muradın dövrünə yaxındır. Allah Allah, nə demək? Qatışdırdı bu. Bu tarixdə, yəni 1035 hicri qəməridə Osmanlı dövlətinin təxtində oturğan padişah İvancı Sultan Murad, yəni parantez arasında yazıbdır ki, Çaharmin Sultan Murad deyil. Bəlkə 1-ci Sultan Murad deyil. Bəlkə 4-cü Sultan Muradın dövrünə yaxındır. Sual deyir, gəlir. Bax, bura görək nə mənə. Görək necə. 1-ci Sultan Murad 1300 hamısının şeyini yazıbdır bunları. Deyək ki, tarixləri hicri ilə yaz. Tarixləri hicri ilə yaz lütfən. Elə bu burada məşğul olsun yazmağa. Biz 1-ci Sultan Murad 1362-1389 arası olubdur. 2-ci Murad 1421-1451. 3-cü Sultan Murad 1574-1595. 4-cü Murad isə 1623-1640 illər arası. Deməli, 1035 hicri qəməri ilində hökmdar olan Sultan 4-cü Sultan Muraddır. 4-cü Sultan Muraddır. O zaman Şeyxülislam olan şəxs isə böyük alim Zəkizadə ya Zəkəriyazadələr ailəsindən olan Şeyxülislamlərdilər. Məsələn, Yəhyazadə və ya Zəkəriyazadə Yəhya Əfəndi kimi böyük Şeyxülislamlər bu dövrdə varmışlar. Bu da Şeyxülislam İbn Şeyxülislam və Zəkəriya adı ilə tam uyğundur. Tamam, bəs onda düzdür burası. Kitabın xətti nədir? Göstərdiyiniz şəkillərdən göründüyü kimi, kitabın xətti klasik Osmanlı xəttatlığında geniş işlənən nəsx və ya təəliq, nəstəəliq qarşılığı, nəsx, indi bunu nədir deyək? Nəsx deyək, ya deyək, təəliq, nəstəəliq. Heç bu olmur. Qarışığı olan divan yazılarına bənzəyən gözəl bir əlyazma xəttidir. Xəttin oxunaqlığı sizin dediyiniz kimi bir az çətindir. Çünki səcili və bəzəkli mətnlərdə xəttatlar kəlmələri bir-birinin içində və yaxınlarında yazarlar ki, səhifədəki gözəl görsənsin və bu da oxumağı çatdırar. Sizin dediyiniz ondan 7 qədər ola bilir. Yəni, oxumaq yüksək diqqət və klasik xətlərə aşinalıq istəyir. Sizin anlayışınız və nəzəriniz haqda. Sizin bu mətnləri oxumaq və onları həll etmək cəhdiniz vəqəən təhsinə layiqdir. Sizin düzgün olaraq bu əsərin Osmanlı dövründə yazıldığını, onun dilinin fars, ərəb və türk sözcükləri ilə qatışıq və ağır olduğunu anlamışsınız. Bu kitablar xalq dilində deyil, saray ədəbiyyatına və ilmi ədəbi məhfillərə aiddir. Bu cür mətnlərin oxunması insanın türk dili köklərini farsca və ərəbcə ilə bağlantılarını gücləndirir və şairanə düşüncəni böyüdür. Tamam, buranı çox bir şey vermədi, amma dedik tarixləri hicri yaz.
bu tarixləri Hicri ilə yazar mısınız? Birinci Sultan Murad 700, aha, indi oldu. Birinci Sultan Murad 763-791 illər arası hökumət eləyibdi. İkinci Sultan Murad 824-855 Hicri illər arası. Üçüncü Murad 982-1003 ki, burada Sultan Fatihə yetişir ki, İstanbul azad olsun. Onun dədəsidir üçüncü Murad. Dördüncü Sultan isə 1023-1032-1049'da olubdur. Bu kitab da 1035'te yazılıbdır. Dördüncü Sultan Murad, tamam. Dördüncü Sultan Murad'ın burada yazaq tarixi 1032 ta 1049 Hicri. Gözəl. Kitabın adını bu da bilmədi. Acaba bu adda kitaplar ki bu tarixdə yazılmış ola dünya kitapxanalarında var mıdır və araşdırmacılar onunla tanış mıdırlar? Görək ki, bu suallara cavab verə biləcəkdir. Mən bunu buradan kopya eləyim. Gedək, bu iki dənə daha bunlara da qoyaq. Əlbəttə, bunları da oxumalıyıq. Biz bunu da oxumasaq, lağəl bu üç dənəni bir-birinə müqayisə eləməsək, çox da şey ala bilməyəcəyik. Gözəl bir haradadır, buradadır. Şey ala bilməyəcəyik. Tarix, dedim, tarixləri qələt yazılır. Bugün dünyanın böyük kitabxanalarında, məsələn, Türkiyənin yazma əsərlər komitəsi, Süleymaniyə kitabxanası, Topqapı Saray Muzesi və ya Britaniya kitabxanası kimi mərkəzlərdə 10 minlərcə Osmanlı və klassik türkcə əlyazmalar mövcuddur. Nəhalistan, ikisini də bir cür yazıb, amma niyə beləsi yazıbdır? Adlı əsərlərdə klassik ədəbiyyatda, xüsusən Nəzirə Nevisi Gülüstan-ı Bəharistan əsərlərinə nəzirə olaraq ənənəsində yazılmış mətnlər arasında yer ala bilir. Araşdırmacılar və kitabşünaslar bu cür əsərləri müsənni nəsr, təkəllüflü və bəzəhkar nəsr, inşa və klassik hekayə janrlarında tanıyırlar. Əlbəttə, hər əlyazma nüsxəsi tək və uzun zaman gizli qala bildiğindən bu dəqiq nüsxənin 1035 Hicri qəməridə yazılan 224 səhifəlik bu əsərin dünya kitabxanalarında neçə nüsxə olduğunu və ya elmi dünyada necə qələmə alındığı bilmək üçün nüsxənin dibacəsindəki görüş yazısında ki, ya da giriş ehtimalən deyə qat-qat dəyərli məlumatı yazarın tam adını və nüsxənin katibinin kim olduğunu yoxlamaq gərəkir. Tamam, görürsünüz ki, yəni bir şey bilmədi, oturdu, nağıl dedi burada. Bu bağlayaq, o birisilərə baxaq, görək ki, o birisilər bir şeylər bu haqda yaza biliblər ya yox. Əvvəl gedək ChatGPT, görək ChatGPT bizə nə deyir? Bu əlyazma haqda yazdığınız mülahizat çox diqqətlidir. Mən də sizin göndərdiyiniz səhifələrə, mətnlərə və tarixi işarələrə əsaslanaraq bir təhlil hazırladım. Bunu qəti hökm yox, bəlkə araşdırma nəticəsi kimi qəbul etmək daha doğru olar. Nəhalistan vaqiində nə kitabıdır? Vaqiiyyətdə ehtimalən yazacaqdır. Gördüyüm bu qədər. Kitabın adı mətnin içində Nəhalistan olaraq verilib. Yazar Gülüstan və Bəharistan üslubunu açıqca zikr edir. Tərz müəbbər-i Gülüstan-ı Bəharistan üzrə.
Bu cümlə çox mühüm bir dəlildir. Yəni yazar Sədinin Gülüstan və Caminin Bəharistan əsərlərini nümunə götürüb onlara bənzər amma türkcə səcili və ədəbi bir nəsr əsəri səcili və ədəbi yazmışdır. Bu səbəbdən mənim fikrimə görə Nəhalistan, Gülüstan və Bəharistan təqlidi üzərinə yazılan Osmanlı ədəb əsərlərindən biridir. Çox əcib. Bunun dəstan, məsnəvi ya divan deyil. Bəlkə ədəbi, əxlaqi, aşiqanə və sənəti nəsr əsəri gördüm. Yazılış tarixi Kulufunda səni 35 və əlif, yəni 1035 hicri, bu da 1625 ilə 1626 miladi tarixinə rast gəlir. Siz 1135 deyə oxumuşsunuz, amma göndərdiyiniz mətn və tarixi şərait 1035-ə daha çox uyğundur. Əgər vaqiən 1035-dirsə, bu 400 ildən çox qədim bir əlyazmadır. Sultan Murad hangisi olur? Əgər tarix 1035 hicri olsa, o zaman Osmanlı təxtində Sultan Murad Çaharrum yox. Çünki Murad Çaharrum 1032-də təxta çıxdı, 1035-də hələ sultandır. Dolayısıyla bu Murad Sultan Murad Rabi olma ehtimali çox yüksəkdir. Orada niyə yox o bəs yazıbdı? Bilmirəm. O birisi də belə yazmışdı, bu da beləsi yazıbdı. Cümlə deyir yox, amma sonra onu deyir ki, dördüncüdür. Şeyxülislam kimdir? Sizin gördüyünüz ibarət Şeyxülislam ibn Şeyxülislam çox diqqətlidir. Murad-ı Çaharrum dövründə Şeyxülislamlar arasında Yəhya Əfəndi və atası Zəkəriyazadə ilə bağlı bir xanidan var. Osmanlı elmiyyəsində Şeyxülislam oğlu Şeyxülislam təbiri məhz təsadüf deyil. Bu ibarət 17-ci əsr başlarına çox uyğundur. Bu da Murad-ı Çaharrum ehtimalini qüvvətləndirir. Yəhya yazar adı ola bilərmi? Bu məsələdə ehtiyat lazımdır. Sizin gördüyünüz Yəhya sözü 3 şəkildə ola bilir. Yazarın təxəllüsü, başqa şairdən nəql, Şeyxülislam Yəhya Əfəndiyə işarə. Bəlkə də elə Şeyxülislamın oğlu yazıbdır. Mən hələ yazarın adı Yəhyadır deyə hökm verəmərəm. Buna dəlil kafi deyil. Xətti nədir? Sizin göndərdiyiniz səhifələrə baxaraq hərflər yuxarıya doğru uzanır. Satırlar 8 nazik və axalıdır. Nun, ye, caf, kaf şəkilləri fars nəstəliğinə çox bənzər. Amma kamil nəstəlik deyil. Mənim qənaətim Osmanlı təliq ya nəstəlik meyilli Osmanlı təliq xətti. Osmanlı təliq xətti. Bu xətt 17-ci əsr Osmanlı ədəbi nəsrlərində çox işlənir. Kitabın saxlaması. Sizin fotolardan baş səhifədə zərrin təsib var. İlk 2 səfhədəki qalın zərrin çərçivə var. Sonraki səhifələrdə qırmızı cədvəl var. Qırmızı nöqtələr, cümlələr ayrılıb. Sürxülər qırmızı yazılıb. Sürxülər ehtimalən sürxü yazıbdır. Yəni başlıqlar. Hirfəi bir katib tərəfindən köçürüldüyünü göstərir. 8. Dil xüsusiyyətləri. Mənim gördüyüm Osmanlı türkçəsi, ərəbcə tərkiblər, farsça izafətləri, səcili nəsr, sənaye ləfzi ilə istiarələr, təşbihlər bu səbəblə oxunuşu ağırdır. Bu adi xəlq üçün yox, saray və mədrəsə mühiti üçün yazılmış görünür. Yazar kimdir? Bu sual hələ açıqdır.
Mən və bir də Nəhalistan adlı 1035 hicri yazılmış və Osmanlı türkçə olan bu əsərə dair mütəbər bir səbt tapa bilmədim. Burada neçə ehtimal var? Bir, əsərin tək nüsxəsi qalıb. 2. Kataloqda başqa adla qeyd olunub. 3. Kitabın başlanğıc ya son səhifəsi itdiyi üçün müəllif adı yoxdur. Kitabın başı itməyibdir, qalır. Mənim ümumi təhlilim. Mən bu əlyazmanı çox mühüm hesab edirəm. Çünki 17-ci əsrə aiddir, Osmanlı türkçəsində yazılıbdır, Gülüstan və Bəharistana nəzirədir, aşiqanə və ədəbi nəsrin gözəl bir nümunəsidir, təzhibli, mürəttəb və hirfi nüsxədir, müəllifi məlum olmadığı üçün əlyazmaşünasi baxımından daha da qiymətlidir. Məni diqqətləndirən ən mühüm ibarət tərzi müəbbəri Gülüstan və Bəharistan üzərə bu cümlə əsərin ədəbi hədəfini açıqca göstərir və Nəhalistanın Osmanlı nəsr ədəbiyyatı içində Sədi və Cami məktəbinə bağlı bir əsər olduğunu qüvvətləndirir. Mən bir məsələyə də maraqlanıram. Əgər siz PDF-inin son 3-4 səhifəsini xassə xatimə fəraq qeydi və kölüfün də göndərsəniz, müəllifin adını, katibin kimliyini, nüsxənin harada yazıldığını və Sultan Muradın dəqiqliklə hangi murad olduğunu təyin etmək ehtimali çoxdur. Göndərmişdik bunu, mən əgər yadıma gəlsə bu kitabı biz səfəni göndərmişdik. Acaba son səhifədən göndərməmişik. Baxın, bura görüm ki, bu kitab hangisidir? Bu o deyil. Mən deyirdim ki, bu o deyil. Kitabın sonundan bir əks salaq. Göndərək buna. Çünki bir sonunda heç zat yoxdur. Yəni bir şey yazmayıb ki, oradan deyək ki, bir dərdə dəyən bir şey yazıbdır, biz oradan. Yəni kitab dərdə dəyəndir, onda söz yoxdur. Mənim savadım çatmır oxumağa. Amma məsələ budur ki, tarix orada qeyd olmayıbdır ki, mən o tarixə istinadən deyəm ki, burada bir tarix var və o tarixi mən görmədim. PDF istəyir görsün və onu ChatGPT ya o birisi istəyir bunu görsün və bunun üzrə bir şey desin ki, biz bilmirik. Amma dedi və biz də onun sözünə deyək, okey, bir dənə səhifə göndərək. Bağladı nədən isə bunu. Tamam, daha icazə vermədi. Bu əlyazma haqqında tamam, buranı oxumuşduq. Gedək o birisi bölümə. Bəli, və mən görürəm ki, sizin tapdığınız nüsxə çox mühüm ola bilər. Mən web kataloqlarını yoxladıqdan sonra maraqlı bir nəticəyə gəldim. Ən mühüm kəs, Nəhalistan adlı bir əsər vaqəən Osmanlı ədəbiyyatında məşhurdur. Amma onun müəllifi zahirən Nərcisi Məhəmməd Əfəndidir. O, Osmanlının ən məşhur sicili nəsr yazanlarından biri hesab olunur. O da əsərin adını Nəhalistan qoymuş. Əsərini Gülüstan və Bəharistan üslubunda yazdığını açıqca bildirir. Kitabın Nəhal adlandığı bölümlərə bölür. İlk nüsxəni eşq hekayələri üzrə qorur. Sonra 1035 hicri ilində əsərə yeni hekayələr artırar. Bu məlumat sizin əlyazmanızdan oxuduğunuz ibarətlərə heyrətəngiz dərəcədə uyuşur. Tərzi Gülüstan və Bəharistan üzrə. Kitab nəhəllərə bölünüb. Sultan Muradın adı çəkilir. Şeyxülislam Yəhyeyə işarə var. Tarix 1035 hicridir. Bunların hansı Nərcisinin Nəhalistanı haqqında olan elmi tövsiflərlə uyuşur? Dünya kitabxanalarında varmı? Bəli, Nəhalistanın nüsxələri bir neçə böyük kitabxanada qorunur. Məsələn, Britaniya kitabxanası
Topkapı Sarayı, Süleymaniye Kitabxanası, milli kitabxanaların bir qismi də Avropanın bir neçə əlyazma məcmuəsində. Demək bu əsər araşdırmacılara məlumdur. Amma sizin nüsxənin əhəmiyyəti nə ola bilər? Məncə əsl maraq da buradadır. Hər Nəhalistan nüsxəsi eyni deyil. Osmanlı əlyazmalarında katiblər fərqli olur. Bəzi hekayələr artırırlar, bəzi bölümləri çıxarırlar, müqəddəmə və xatimədə dəyişiklik olur. Dolayısıyla sizin 224 səhifəlik nüsxə başqa nüsxələrdən fərqli ola bilər. Neçə idi? 224. 224 səhifəlik. Bu fərqləri mətn tənqidi critical edition üçün çox dəyərlidir. Araşdırmacılar bu əsərlə tanışlarmı? Bəli, Nərcisi Osmani əsərini tamam bunları oxuduq. Dedi ki, Nərcisi Osmanlı nəsrinin ən ağır dilli yazarlarından biri hesab olunur. Osmanlı ədəbiyyatı uyğularından onun Həmsəsi, Nəhalistanı, yəni onun kitablarıdır. Xəmsəsi, Nəhalistanı, Müşşaqil Aşiqin, Əksiri Səadəti, bunların bir ikisini oxumuşuq əlbəttə biz. Barəsində təhqiqlər yazılmışdır. Məni maraqlandıran bir məsələ. Sizin gördüyünüz nüsxədə bir neçə xüsusiyyət var ki, məni bunu daha dərin araşdırmağa təşviq edir. 224 səhifə olması, təzhibin şəkli, qırmızı cədvəllər, fəsl yerinə nəhal sözünün işlənməsi, tarixin 1035 hicri olması. Bu şayət əsərin qədim və erkən bir nüsxələrindən biri ola bilər. Əlbəttə bunu qəti demək üçün külüfün və başlanğıc səhifələrini, bu kitabın şeyi də var idi, möhrü var idi. Biz dedik ki, bu harada saxlanır? Əvvəldə bunu gördük. Millət Genel Kitabxanasında saxlanır. Millət Genel Kütüphanəsində kütüpxanəsində saxlanır. Mən bunu burada yazsam yaxşı olar. Haradaydı? Bu kitabda 3 möhür aidat. Bu kitabda 3 möhür var ki 3 möhür var. Möhür. Ne oldu? Niye yazmır? Bunlar nədir gəldi? Allah Allah. Bu kitabda 3 möhür var ki, biri Vaqifin, biri kimdi o? İkinci möhür. Biri oxunur ve üçüncüsü ise Millət Genel Kütüphanəsi olarak görünür ve bu da onun Türkiye Cumhuriyeti'nde saklanılmasını gösterir. Bunu da yazaq o. Tamam. Bunları bunu görək, buna görə nə yazdı?
Tamam, bunu da göndərək buna və bu indi buradan oxuyaq. Bəli, bu mülahizə çox mühümdür və nüsxənin tarixçəsini anlamaq üçün qiymətli bir dəlildir. Sizin dediyinizə görə nüsxə 3 möhür var. Bir Vaqif möhrü, oxunması müşkül olan bir möhür, Millət Genel Kütüphanəsi möhrü. Bu möhürlərdən hər biri nüsxənin həyatını göstərə bilir. Vaqif möhrü, əgər birinci möhür vəqf möhrüdürsə, bu önəmli bir məlumatdır. Osmanlı dövrəsində alimlər, vəzirlər və ya dövlətli şəxslər kitablarını məscidlərə, mədrəsələrə və kitabxanalara vəqf edərdilər. Möhür da belə ibarətlər ola bilər. Əlbəttə ki, möhrü də oxuduq, amma Vəqəfə Vəzirul Əzəm Əli Paşa İbn Mərhum Nuh Əfəndi. Beləsi, onu da yazaq da istəyirsən, burada mən yazım, bu da möhür Vəqəfə, bunu gedək beləsi tutaq, bunu oxuya bilək. Vəqəfə Vəqfül Vəzir Əl-Əzəm. Oho, bu niyə belə oldu? Tamam, bunu buradan beləsi indi oxuya bilərik. Vəqf Vəzirul Əzəm Əli Paşa İbni dilə beləsi yazaq. Paşa İbni Əl-Mərhum Nuh Əfəndi. Nuh Əfəndi dir. Tamam, bu bizə biraz burada bir şey yazsın. Bunu da buradan kopya eləmək olar əlbəttə ki. Burada qoymaq olar. Bu da onu yaxşı, bunu da dəyişdik. Fikrim 4 saat oldu indi burada. Bu mənfəqən əsərin keçmişini və onun kimliklərindən ələ keçdiyini anlaşdırmaq üçün çox dəyərli və önəmlidir. Vəqf möhrü, Vəqf Vəzirul Əzəm Əli Paşa İbn Əl-Mərhum Nuh Əfəndi. Bu möhür göstərir ki, əsər bir zamanlar Osmanlı dövlətində böyük bir vəzirin və ya dövlət adamının Vəzir-i Əzəm Əli Paşa mərhum Nuh Əfəndinin oğlu mülkü olub və o bu kitabı vəqf edib. Tarixdə Nuh Əfəndizadə və ya Əli Paşa adlı vəzirlər ya dövlət xadimləri var imiş. Məsələn, 18-ci və ya 19-cu əsrlərdə Osmanlıda vəzirlik məqamına çatmış şəxslər bu vəqf möhür əsərlərin nə qədər önəmli və dəyərli bir kitabxanada ya şəxs əlində olduğunu bəlli edir. Millət Genel Kütüphanəsi, tamam, bunlara görə bir tövzihat veribdir ki, əslən bunlara diqqətlə daha gedək. Bu qədər yetişər bu günə. Xeyirli olsun. İnşallah